Yani çok güzel. Çünkü olmadı. Böyle. Güzel gibi. Biz başlamışız. Deməli, dəyərli yoldaşlar, qaldığımız bir həftəlik fasildən sonra qaldığımız yerdən davam edirik. Ümidvaram ki, bundan sonra dərslərimiz maraqlı davam edəcək. 221.17-ni bitirdik. 222-dən davam edirik. Burada bir neçə sətirdən var bizim yan keçim, amma digər sətirləri izah edəcəm. Bugün xərclər hissəsini bitirməliyik. Bugün bitirməliyik. Deməli, 222-ci sətir. 222-ci sətir özündə nələri cəmləşdirir? Faizlərlə bağlı olan xərclər. Bunu da indi böyüdə bilər. Faizlərlə bağlı olan xərclər. Belə bu nəyi nəzərdə tutur? Əgər biz hər hansı bir kredit təşkilatından, yəni banklardan, bonqlardan kredit götürmüşüksə, hansı ilin vergi hesabatını tərtib ediriksə, həmin il çərçivəsində bir növ hesablanmış faizlər burada xərc kimi əks olunmalıdır. Bu da iki alt bənddən ibarətdir. 222.1, 222.2. Ümumi olaraq biz 222.1 istifadə edirik. Misal üçün kapital bankdan sizin şirkətiniz kredit götürübsə, indi misal üçün ola bilsin ki, çox vaxt biznes kreditləri 24 aylıq olur. Sırf hansı ilin hesabatı tərtib olunursa, həmin ilin kredit ödəmə cədvəlinə uyğun hesablanmış faizlər yazılır. Yəni normalda biz aylara görə götürürük. Biz incə suallar yaranır ki, bu bir tərəfi düşür ilin o bir ayına, bir tərəfi ilin bu bir ayına. Ümumi formada xərcə hesablayırıq. Faizlərlə əlaqədar hər hansı bir digər xərclər də yarana bilər. Ümumi olaraq bu banklar istifadə edir ən çox. Biz normalda rezidentlər üzrə faizlər hissəsində kredit faizlərimizi daxil edirik. Ondan sonraki hissədə burada gəlir. Bunu verginin əmrini verməmişəmsə verərəm, oradan tanış olarsınız. Bunlar üçün çox aktual deyil. Görək burada nə var. 223-cü sətir. 223-cü sətir bizim əsas dərsimiz qabaqdadır. Amortizasiya digər məsələlər çox vaxt aparacaq. O qədər aktual olmayan məsələlər üzərində o qədər qalmır. Əmrdən tanış olarsınız. Royalty bildiyimiz kimi vergi məsələsinin ümumi hissəsində açıqlaması verilib ki, bu elmi yaradıcılıqla bağlı olan mövzuları əhatə edir. Məsəl üçün incəsənət əsərləri, digər proqram təminatları. Artıq bu hissədə bu bizim xərc tərəfimizdədir. Gəlirləri tədris edərkən gəlirlər tərəfində də var idi. Orada bir növ belə desək satış edən idi. Bu isə alış edən tərəf kimi. Hər hansı bir misal üçün dizayn xidməti ola bilər, orada məhsullar var da, 13-cü maddədə royalty terminin açıqlaması var. Onlarla bağlı alışlarımız olursa, gətirib bunu bura yazırıq. Yuxarıda digər xərclərə hər hansı bir hissəyə yazmağa ehtiyac yoxdur. O qədər aktual bir sətir deyil. Royalty yerli şirkətlərdən aldıqlarımız və ya insanlardan, vergi ödəyicilərindən və ya xaricdən aldıqlarımız da bu hissəyə 2 sətir üzrə yazılır. Ondan sonra 224-cü sətir gəlir. Bu da o qədər aktual deyil, amma izahını verməyə çalışacağam. Xarici hüquqi şəxsin baş ofisi tərəfindən çəkilmiş azınlıq müqayisələ birbaşa bağlı olan xərclər. Bu necə ola bilər? Bu Azərbaycandakı xarici şirkətlərin filialları ilə bağlı ola bilər. Misal üçün biz praktikada görmüşük. Türkiyənin X1 şirkəti, Türkiyə Respublikasının şirkətinin misal üçün Akar Logistik şirkəti var, yük daşıma şirkəti. Özbəkistanda, Türkmənistanda, Bakıda ofisləri var, filialları var. Filial deyəndə nümayəndəlik kimi gedir. Onlar böyük daşımaları var, gəmilərlə yüklər daşıyırlar. Ola bilsin ki, İstanbuldakı baş ofis müəyyən xərcləri çəkib sırf bu Bakıdakı filial üçün. Yəni xərci hər bir xərci çəkən odur. Sadəcə müəyyən sənədlərlə təsdiqlənir ki, bu xərci baş ofis bizim bu filial üçün çəkib. Həmin indi onların ölkəsindəki xərc sənədləri var. O sənədlər əsasında misal üçün 50 min manat verib, nəsə bir 50 min olsun, 3 min, 5 min, 3 min, 5 min il ərzində bir 50 min xərc çəkibsə, bu 50 mini burada özümüz üçün xərcə silə bilirik. O qədər aktual deyil. Əgər siz hansısa bir xarici şirkətin filialının mühasibə olsanız, bu sizə lazım olacaq, başqa heç bir halda lazım olmur. Sonra gəlir 225-ci sətir. 225-ci sətir əllə doldurulmur. Blokdadır. Bu 3 nömrəli əlavə ilə doldurulur. Necə tənzimlənir? 3 nömrəli əlavə, üzr istəyirəm, 3 olmalıdır. Ümidsiz borc hissəsi nə anlama gəlir? Buna bir dəfə toxunmuşuq gəlirlər hissəsində biraz qarışıqlıq yarada bilər. Məsələyə belə yanaşırıq. Ümumi olaraq, salam axşamınız xeyirli olsun Kamil xanım. Ümumi olaraq belə deyək, misal üçün Emil MMC və Elşən MMC. Deməli, ümidsiz borc. Burada Emil satıcıdır, Elşən alıcıdır. Emil satıcıdır. Əsas məsələ düzdür biz bəyannamə təliminə qeydiyyat apararkən bütün sətirləri keçməklə bağlı vəd veririk. Zaten toxunuruq. Amma aktuallıq baxımından mən daha qabartmalı olduğum məsələlər var. Əsas gücü ona verək. Emil Elşənə mal satıb misal üçün 7000 manatlıq. 7000 manat Elşən bu Emilin pulunu vermir. Emil bunu satıb 2023-cü ildə. Hal-hazırda biz Emilin hesabatını yığırıq. 2023-cü ildə satılıb. Emil də hesablanma metodu ilə işləyir. Emil satıcıdır, qaymə göndərib Elşənə. Öz gəlirlərində bunu göstərməlidir. Əgər öz gəlirlərində göstərirsə bu əməliyyatı hal-hazırda 3 nömrəli əlavə edirik. Göstərmirsə eləmirik. Bu halda göstərməyə bilər ki, kassa metodu olsun. Hesablama metodunda pulun mahiyyəti olmadığı üçün əməliyyat baş tutsa gəlirlərdə əks olunmalıdır. Emil 2023-cün mənfəət vergi bəyannaməsində deyək ki, topdan satış hissəsinə 7000 manat yazıb. Vergisini verib. 2024-də, 2025-də deyək ki, məhkəmə qərar çıxartdı ki, bu 7000 manat ümidsiz borc. Lap belə deyək, mən 7000, 2000 ödəmişəm, 5000 qalıb. 5000 hə. 5000 gedib çıxır məhkəməyə. Burada qərar verirlər ki, bu olacaq ümidsiz borc. Yəni ümidvi bundan üz. Elşən pulu verən deyil. Yəni bu Emil üçün. Elşən əlavə Elşən verməyəcək, qabağa düşür misal üçün. İndi orada məhkəmə hüquqi məsələlər var, nətər qəbul olunur, müəyyən formada mümkündürsə pul Elşəndən alınır, icra sənədi ola bilər, amma artıq burada əlac qalmır. Bu hüquqi məsələdir. Bu ümidsiz borcu özünüz bir ayrıca araşdırarsınız, mülki yönlü bir məsələdir, mülki yönlü bir məsələdir. Əgər satıcı göndərdiyi qayməni gəlirlərdə göstəribsə burada işarələdiyim və sonradan məhkəmə qərar veribsə bu ümidsizdür, təzədən bir xərcə yaz. Və hesabata dəqiqləşmə vermək, bu tip məsələləri eləmək lazım deyil. Hansı, yəni əgər xərcə yenə deyirəm, gəlirə yazmasaydı buna ehtiyac yox idi. Mən niyə ümidsiz borcun vergisini verim dövlətə? Dövlət elə problem yoxdur. Məhkəmənin kağızı artıq təsdiqləndirsə, sən gəl 3 nömrəli əlavəyə 2025-ci ilin hesabatında məsəl üçün. Bu əlavə ilə Emilin bölününü əlavə edirsiniz. İndi mən şərti olaraq başqa bir bölün yazacağam, tələsməyərək. Başqa bir bölün yazım sizin üçün. Çox üzr istəyirəm. Deməli, öz bölünümü yazım. Alıcı mən idim də, düzdür? Hə, mən öz bölünümü yazmalıyam. Bölünüm var qarşımdadır. Alıcının bölününü yazırıq bura. Dərs birazdan maraqlı olacaq. Bunlar elə o qədər maraqlı deyil. Avtomatik Elşən Yusuf Sadə çıxdı. Məbləğ deyək ki, 5000 qalmışdı, borcun 5000. Təsdiq edə tıklayırıq. 3 nömrəli əlavədən gəlirəm xərclər hissəsində. Görəcəm ki, 225 idi səhv eləmirəmsə. 225-in 5000-i burada görürük. Görürsünüzmü? 5000 ümidsiz borc oldu. Getdi xərclərə 1000 manat vergimi azaldı. Vergisini vermişdim, vergisini azaldı. Sonra gəlirik 226-cı sətrə. 220 bunların hamısı vergi məcəlləsində maddəsi var. Ümidsiz borc, maddə 110 olmalıdır səhv eləmirəmsə, 112-dir. Gözün maddə ilə də göstərim, istəsəniz baxarsınız. Sığorta ehtiyatıdır. Maddə 111. Maddə deyir ki, burada əgər gəlir kimi tanımısansa, ümidsiz olanda xərcə yaza bilərsən. Çıxma hüququ. Əgər gəlirlərə də daxil edilmişdirsə vaxt ikən, ümidsiz elan olunanda xərclərə yazıla bilər. Sonra elmi tədqiqat 113-cü maddədir. Bu nə anlam daşıyır? Misal üçün bir şirkət olaraq hər hansı bir tədqiqat əməliyyatı həyata keçiririk və bu xidməti bir qıraqdan alırıq. Misal üçün bir institut, misal üçün
Ola bilsin ki, hər hansı bir məhsulun istehsalı ilə məşğuluq. Laboratoriya deyirik ki, bunu bir tədqiq eləmək üçün tərkibini, datasını, hər şey ola bilər də. Və yaxud deyək ki, hər hansı bir malların ixracı ilə məşğulam. Elektron qayna ilə mal almışam, verirəm. Məsəl üçün mazut olsun, mazut. Mazut var ya, akod yağ, maşın yağı. Alış haqqına bilirsiniz, əlavə olmaz o mazutlar. Artıq o da rəsmi alış haqqına alına bilər. Çünki hamı istifadə edir onu, demək olar ki, qeyri-rəsmi nəsə edirlər də, dövlət artıq onu nəzarətə alır ki, rəsmi olsun. Mazutu misal üçün verirəm, bizə bir sifariş gəlmişdi mazutla bağlı. Elə bir sifariş idi ki, gələ Azərbaycandan Türkiyəyə boru xətti çəkərdik. Milyardlarla sifariş idi, saxladılar onu, rəsmi alış problemi olduğu üçün. İndi alış haqqını almaq olar. Mən məsələn mazutu verirəm ki, bunu tədqiq eləsinlər, tədqiqini versinlər, mənə sata bilərəm yoxsa yox. Ola bilər 50 manat, 100 manatlıq bir tədqiqat. Tədqiqatı aparan şəxs şirkət, vergi ödəyicisi bizə qayna yazır ki, 200 manat. Tədqiqat 200 manatı yazıram bura xərc kimi. Amma burada istisnalar var. Layihə axtarış işləri, misal üçün bir dəfəlik xərcdən söhbət gedir. Amma biz böyle bir proyektin başlanğıcı olaraq tədqiqata veririksə bunu, bu həmin proyektin mayasına gedir, kapitallaşır. Misal üçün bina tikən şirkətlər. Bina tikən şirkətlərin ilk işi nədir? Layihələndirməni qoyuram qırağa. Layihələndirmə ayrıdır, axtarış, layihə proyekti, o başqadır. Layihə axtarış, özəl şirkətləri, xarici şirkətləri çağırıram, deyirəm misal üçün, Lökbatanda filan ərazinin davamlılığını yoxlayın. Bina duracaq burada, durmayacaq. Altı bataqlıqdır, neftli, sudur. Gəlirlər bir 100 minə 2 ay axtarış gedir. Bəlkə içindən kabil keçir. Hər nəsə ümumi. 200 minlik bizə qayna yazır, pulunu ödəyirik. Bunu xərcə yazmırıq. Bunu xərcə yazmırıq. Ümumi bu formatda gedir də. Binanı tikəndə normalda o problem çıxmır. Bilirlər qardan nəticələr. Həmin 200 mini binanın maya dəyərinə əlavə edəcəyik. Biz əlavə edirik, onu göstərəcəm sizə. Orada kapitallaşdırmaya veririk. Bina bitəndən sonra kapitallaşdırmadan silirik, qaldırırıq mallara. Bina satıldıqca da mallardan silirik. Silirik, yazırıq, silirik. Orada 3-4 əməliyyat var. Yəni mənim demək istədiyim, bina tikmək üçün, misal üçün bina və yaxud hər hansı bir başqa bir tikili olsun, qrupu olsun, onun üçün olan konstruktor işləri, yoxlama işləri bura xərcə yazılmır. Bu aktivin dəyərini artırır. Aktivi satanda silirsən və yaxud da ki, əsas vəsait kimi özünüz istifadə edəndə amortizasiya ilə silir. Bunları yadda saxlayaq. Məcəllə maddəsi də 113-dür. Keçin indi ən çox vaxt aparan bölməmizə, əsas vəsaitlərin amortizasiyası. Siz zəhmət olmasa fikir bildirin, eşidə bilirsinizmi? Səs görüntü yaxşıdırmı? Sualınız varmı? Zəhmət olmasa fikir bildirin. Yazılı və yaxud səsli. Aha, mesaj gəldi, yaxşı. Davam edək. 227 amortizasiya. Bu amortizasiyadan biz bütün sətirlərdən danışacağıq. 227 1 2 3 4 5 ta 9 10 11 Ekim. 11 sətrə izah verəcəm. Yenə bu amortizasiya bugün bitməyəcək. Bu amortizasiyanın davamı gedəcək əlavə 1-də haqq hesab olunacaq. Bu gün amma düzdür. Əlavə 1-dən də danışmaq məcburiyyətindəyəm ki, başa düşək. Əlavə 1 keçəndə də bir üstündən bir yalandan keçərik. O nə lazımdır? Əsas məsələləri biz danışacağıq. Ümumi maddələrlə danışsaq, biz istifadə edəcəyik deməli 2-3 maddədən istifadə edəcəyik. Gördünüz görsən. Vergi məcəlləsi 13.2 17-ci maddəsi əsas vəsaitlər. Ümumi məsələyə belə toxunuruq. Gəlirlərdə də danışmışdıq. Bunu bilirsiniz, əsas vəsaitlər istifadə müddəti 1 ildən çox olmalıdır. Dəyəri 500 manatdan çox olmalıdır. Əgər bu kriteriyalara cavab verirsə və biz bunu sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətimizdə istifadə ediriksə, bu artıq bizim üçün əsas vəsait statusu alır. Bir var siz 1000 manatlıq telefonu alıb satasınız alver üçün, bu əsas vəsait deyil, o maldır. Satılanda xərcə yazılır. Bir də var ki, telefonu alasınız, biz bizim əməkdaşımız Emil. Verim Emilə təhkim edeyim ki, hə Emil, bu telefon sənindir, şirkətdə saxla, iş üçün istifadə. Bu artıq əsas vəsait 1-2 il istifadə edəcək. Artıq əsas vəsait statusundadırsa biz onu birbaşa xərcə yaza bilmirik. Bəzən suallar gəlir ki, bu nə tər olur, əsas vəsait olur, necə rəsmiləşdirilir? Bu xüsusi bir prosedur deyil. Yəni alışı düz olmalıdır. Ya qayna ilə almalısan, ya alış haqqını almalısan, ya da gömrükdən ixal etməlisən. İstisna hallarda bu üçü olmaya bilər. Misal üçün, bu da təzadlar yaradır. Bəzi mütəxəssislər buna düzgün fikir yürütmür. 265 nömrəli Nazirlər Kabinetinin qərarında risklərin 2.1.2-ci bəndində mötərizədə istisna verib. İstisna verib ki, deyir notarial qaydada. Notarial qaydada burada deyir ki, bunun əsas vəsait aidiyyatı yoxdur. Alışın rəsmiləşdirilməsindən danışır. Deyir ki, Elşən, qayna, alış haqqı, gömrük 3 formadan ala bilərsən. Başqa variantın yoxdur. İstehsalatın da var, istehsalat başqadır. İstehsalatda da alış olur. Ya da alış olunur, mədənçilik olur. Yerdən çıxardırsan. O da yəni rəsmi bir əməliyyatdır. Regionun istehsalatı da burada istisna verir. Yəni xammalı özü yerdən çıxardırsansa. Və mötərizə deyir ki, notarial qaydada təsdiq edilmiş müqavilələr əsasında əldə edilmiş rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar. Rəsmi reyestrdə qeydiyyata alınmış əmlaklar nədir? Misal üçün mən Emil misal üçün kompüterini satır, adi bir insandır. Mən də şirkətəm. Emili götürüb gedib kompüterin notaryusda alıb-satıb eləmirik. Notaryusda nə alıb-satıb edir? Maşın, mənzil, ofis, yəni rəsmi reyestr deyilən dövlətin reyestri var da, hansı əmlak məhsullar gedir ora. Nəqliyyat vasitələri gedir qaynın üzərindən. Digər bunlara görə alış haqqı falan lazım deyil. Bunun ehtiyac yoxdur. Bu zaten vergi uyğunsuzluq versə, sənədləri sənədi göndərirsiniz. Da bu alış haqqı vətəndaşdan o ümumi malların alışı üçündür. Siz nəqliyyat vasitəsini vətəndaşdan alsanız belə, notarial qaydada alış haqqı formatına ehtiyac yoxdur da, ona ehtiyac yoxdur. Bu rəsmi reyestrdə keçməlidir mənim şirkətimin adına. Alış haqqı mənim şirkətimin adına keçməlidir. Alış haqqı şirkətimin adına keçmək üçün deyil. Ümumi notarial qaydada notariusda sənədi bizim üçün okeydir. Yəni qəbul olunandır. Əsas vəsaitlərin qəbul olunması bir variant kimi də bunu deyirəm sizə. İndi dəyərli yoldaşlar, əsas vəsaitlərin ümumi tənzimlənməsi vergi məcəlləsinin 114-cü maddəsi ilə. Və 114-cü maddə bizə deyir ki, istəyirsən sahibkarlıq, istəyirsən qeyri-sahibkarlıq. Yəni sahibkarlıq, qeyri-sahibkarlıq hamısında amortizasiya getməlidir. Sahibkarlıqda xərc amili var, qeyri-sahibkarlıqda yoxdur. Vergi tutmaya təsir baxımından. Qeyri-sahibkarlıq nədir? Faizə pul vermək, icarəyə yer vermək, düz orada da balans qurulur, xərc yazılır, mənfəət çıxarılır. Amma vergi qeyri-sahibkarlıqda xərclər çıxılmadan hesablanır 14%-dən. Amma sahibkarlıqda isə xərclər çıxılaraq 20%-dən hesablanır. Qeyri-sahibkarlıq fiziki şəxslərdə olur, gəlir vergi bəndi arasında. Sahibkarlıq hüquqi şəxslərdə. Yəni sahibkarlıq hər ikisində olur. Qeyri-sahibkarlıq yalnız fiziki şəxslərdə olur, keçici yolları. Yəni ümumi olaraq ikili bölgü var. Amortizasiya olunan əsas vəsaitlər, amortizasiya olunmayanlar. Vergi məcəlləsinin 114.2-ci maddəsi olunmayanlar üçündür. 10 alt bənddən ibarətdir. 114.3-cü maddəsi olunanlar üçündür. Yəni ki, amortizasiya edib xərc yaza bilərsən 114.3-cü bənddəki mal materialı, malları, əşyaları. Bu da aşağıda verib. Məsəl üçün nəqliyyat vasitəsi, sizin şirkətiniz avtosalondan nəqliyyat vasitəsi alır, qaynası yazılır, gedib notarial qaydada bir formada rəsmiləşdirilir. Ümumi olaraq 25%-ədək hər il xərcə yazmaq olar. Maliyyə ücretindən fərqli olaraq vergi ücretində ilin hansı vaxtda almağınızdan fərqli olmayaraq. İstəyirsiniz bunu alın dekabrın 28-i. Əsas məsələ burada almaq deyil. Almaqdan sonra istifadəyə buraxmaq. İstifadəyə buraxılıb buraxılmayıb. Bəlkə də mən maşın almışam, saxlayıram qarajda, bir ildən sonraki proyekt üçün almışam. Və yaxud deyək ki, MİQ 25 layihəsi üçün dekabr ayının 14-ü kompüter almışıq. Hər hansı bir avadanlıq. Bunu yanvardakı tədbirdə istifadə edəcəmsə istifadəyə burax. Yanvar. Artıq 26-cı ildə amortizasiya olmaz. Bu yuxarıda yazıb ki, istismara verilməmiş ambarda olan əsas vəsaitlər amortizasiya olunmur. 14.2-nin alt bəndidir bu. Amma bu aşağıdakılar istifadəyə buraxılanlardır. Digər maşın bu nəqliyyat deyil. Nəqliyyat bu avadanlıqdır, tikililərdir, iş heyvanlarıdır, digər əsas vəsaitlər hamısı. İndi gəlin biz ümumi məsələyə bir yanaşma eləyək, yanaşmamızı eləyək dəyərli yoldaşlar.
bir yazılış verək. Ondan sonra məsələni çətinləşdirəcəksiniz. Ən sadəsi ilə gedək. Deyək ki, 2024-ün mənfəət vergi bəyannaməsi bir avadanlıq almışam. Şirkətdən nə bilim bir generator almışam, ya başqa bir şey almışam. Bir 15.000 AZM plus ədəri ədresindən əvəzləşdirə bilərsiniz. Bu 20%-dən amortizasiya olunur. 20%-dən 3.000 manat 24-də xərcə yazırsınız. Bu 24-ün haqq hesabı oldu. Sual var deyəsən. Tələsməyək, istifadə verəndə harda qeyd edirik? Tələsməyək, tələsməyək. İstifadə verilmə başqadır, o əlavə bir də yazılır. Tələsməyin deyəcəm hər şey. Qaydalarımızı pozmaya xahiş edirəm. 2025-də, 2020 hələ ki mən hesab kitabı deyirəm. 2024-də 3000 xərc yazılacaq. 2025-də deyək ki, başqa bir avadanlığımız yoxdur. 15.000-i almışdım, 3.000-də bu. 15-dən 3 çıxıram, 12.000 qalır. Çünki köhnəlmə getdi artıq. 12.000-in 20%-ni 25 belə davam edirik. Bu da 2400 və növbəti il 26-cı ildə 12.000-dən 2400 9600 belə amortizasiya edirsiniz. Bunun sadə yazılışı hesabatda belədir. Gəlirsiniz 227-ci sətrə, xərclər bölməsində əsas vəsaitlərin amortizasiyası. Burada məsəl üçün bizə bu maddəni götürüblər, 114.3 yığıblar bura. Eynilə yığıblar bura. Bizdə avadanlıqdır 20%-dən 2024-ün bəyannaməsində 3000 manat yazırsınız bura. Oldu sizin xərciniz. Bu xərclər bölməsi. Ümumi olaraq əlavə bir keçirik tələsməyək. Ya da göstərim belə rahat olsun. Gələk əlavə verək. Deyək ki, 24-cü il. 24-cü il gözüm sıfırlayım tələsmə. Baxın bu əlavə bir keçəndə bunları daha detallı başa düşəcəksiniz. Maşın avadanlıq sətri var burada. Sütun 2 o deməkdir ki, cari ildə istifadəyə buraxılma. 15.000 almışdım. 15.000 20%-dən 3.000 silinmə verməliyəm amortizasiya. 3.000 bu yazıram. Bu əlavə bir yazılışıdır. Yəni bu məsələyə münasib kiçik bir məsələdir. Xərclərdən o formada yazırıq. İndi gəlin biz məsələni biraz çətinləşdirək. Deyək ki, 24-cü ildə 24-dən 25-ə keçdi 12.000. Hətta gəlmişəm 2025-də bir dənə də avadanlıq almışam. 20.000 verib bir dənə də başqa bir avadanlıq almışam. Bunun yazılışı 32.000 amortizasiya edirik. Topluq amortizasiya edirik. 1 24-dən 25-ə keçən qalır, 2 də cari ildə alınmış əsas vəsait. Bunun yazılışı necə olacaq? 32.000 manatı ya da ayrı-ayrı verək amortizasiyaları. Bunun bu eləyir 2400 eləyir səhv eləmirəmsə, bu 20.000 də eləyir 5.000 manat, 7.400 manat. Biz gəlirik hesabatda xərclər hissəsinə qayıdaq. Deyək ki, bu 2025-ci ilin hesabatıdır. Yazılsın. Bura 2025-də 7.400-ü yazacaqsınız. Bu formada cəm verirsiniz, yazırsınız. Əlavə bir yazılışı necə olacaq? Ona bir şərti baxaq hələ ki, şərtlərə də düzgün baxaq hələ ki baxaq. Bu 24 idi. 25-in hesabatında baxın, bu 12.000-i görürsünüz 24-ün sonu. Bu artıq əvvəldə olacaq növbəti ildə. Növbəti ildə biz gəlirik burada sütun 1-ə 12.000-i yazırıq, əvvələ qalır. 20.000-i daxil olma veririk. Yeni almışam. 7.400-ü silirəm amortizasiyaya. Yenə qaldı burada bizim üçün 24.600. Növbəti illərdə də 24.600 amortizasiya olacaq. Belə yoldaşlar, hələ ki iki formada belə yazılacaq. Sonra gəlirik xərclər hissəsində amortizasiya ilə bağlı başqa hansı işlər var? Biz burada maşın avadanlıqlarımızı bu sətri hərəsinin öz sətrinə amortizasiya yazırıq. Hərəsinin öz sətrinə. Ümumi amortizasiyanın düsturu necədir? Onu deyim sizə. Bu düsturu hələ tam deməmişik. Düstur öz əksini tapır vergi məcəlləsinin 114.6-cı maddəsində. Dünənki layihəmizdə də işıqlandırdıq. Dedik ki, səhnədə yəni kiçik bir məsələ deyil. Orada da dedik ki, nöqtə vergülünə kimi anlamı var. Nöqtə vergi amili var burada. Doğrudan da çox təsir göstərir. Vergül, nöqtə, bağlayıcı hamısı burada mənaları dəyişir. Mən onu burada isbatlayacağam təkrar olaraq. Baxın, deməli burada yazıb bu düstur buradan başlayır. Deyir ki, nəyə amortizasiya faizini çatmalısan? Deyir, 2 nöqtədən sonra deyir düsturu vermişəm sənə sözlə. Deyir ki, əsas məsəl üçün 2024-cü ilin haqq hesabını edirik. Deyir ki, əsas vəsaitlərin əvvəlki ilin sonuna qalır dəyər. Əvvəlki il 25-in haqq hesabı gedirsə, deyək ki, misal üçün 24-ün hesabatını yığırıq, 24-ü üzrə. 23-dən 24-ə keçən nəqliyyat vasitələrinin qalıq dəyəri 50.000-dir. Yazıram qalıq 50.000. Bu qalıqdır. Yəni əvvəlki illərdə amortizasiya ola gəlib 24-ə keçib. Yəni 23-ün sütun 6-sından 24-ün sütun 1-nə keçən qaldı. 50.000 əvvələ qalır. Bunu bildik. Sonra gəlirik deyir, əvvəlki ilin sonuna qalır dəyəri. Bundan sonra cari ildə daxil olmuş əsas vəsaitlərin dəyəri vergi məcəlləsinin 143-cü maddəsinə əsasən. Bu nə demək istəyir? Deyir ki, yəni 143 maya dəyəri deməkdir. Ola bilsin sən əsas vəsaiti qaymə ilə almısan. Misal üçün deyək ki, Türkiyədən nəqliyyat vasitəsi gətirirsən, daşıma xərci də var. Onları da maya dəyərinə, rüsum var. Aktivin dəyəridir. İthal necə? Və ölkə daxili qaymə ilə mal alıram. Yol xərci çəkmişəmsə maya dəyərinə əlavə edirəm. Uyğunsuzluq gəlməməlidir. Ona gəlməyəcək uyğunsuzluq. Bu belə. Deyir ki, cari ildə daxil olmuş. Alınmış demir ha, daxil olmuş. Alıb istifadəyə buraxmamısansa burada işi yoxdur. Daxil olmuş. Buna əlavə bir məntiqi yazılır. Daxil olmuş sözü orada da var, burada da görürsüz. Yəni istifadəyə buraxılmış anlamına gəlir. Baxın burada daxil oldu, dövrə daxil olmuş. Eyni sözləri kopyalayıblar. Yəni istifadəyə buraxmısan, deyirəm ki, bəli, istifadəyə buraxmışam. Yazıram burada daxil. Misal üçün bir 70.000 manata verib nəqliyyat var. Kamazdan falan almışam 70.000 manata. Bunu da tapdıq. Düsturun 2 bəndi getdi. Sonra burada bizə nə deyir? Burada təmir xərcindən danışır. Təmir xərcindən onu birazdan izah edəcəm. Təmir xərcinin normadan artıq olan hissəsi də bura cəmlənir. Təmir xərci birazdan bilərik. Misal üçün cari ildə 2024-də təmir xərci çəkmişəm 5.000 manat, olmalı idi səndə 3.000 manat. 2.000 manat da burada dəyər artırır. 2.000 manat da dəyər artırır. Bu da belə. Bu üçü toplanacaq. Bu üçü toplamaya gedir. Bunlar cəmlənir. Ümumi cəm burada deyir 122.000. Birazdan çıxılmalara gedir. 122.000 dəyərimiz var. Sonra görək nələri çıxırıq. Deyir ki, çıx. Buradan başlayır. Vergi ilində təqdim edilmiş, satılmış, ləğv edilmiş və dəyəri 500 manatdan və ya 5%-dən az olan əsas vəsaitlər çıxılır. İndi bunları izah edəcəm. Vergi ilində təqdim edilmiş nə deməkdir? Misal üçün, bəlkə mən elə bu əvvəlki ildən qalan nəqliyyat vasitəsini satmışam bəlkə. Və yaxud bu 2-dən 3 dənə nəqliyyat vasitəsidir. Misal üçün, bunun içində biri 10.000 manatlıq nəqliyyat vasitəsidir. Yazıram bura satılıb. 50 minlik maşınların bir ədədi 10.000 manatda satılır. Sonra deyirəm ki, müəyyən hadisələrə görə 5.000 qalıq dəyəri olan biri ləğv olunur. Hamısı 50.000-in içində olanlar. Bir də burada bunların sənədləşməsi olur. Bunlar biraz araşdırarsınız, internetdə doludur. Əsas vəsaitin ləğv edilməsi ilə bağlı hansı kağız sənədlər hazırlanır, əsas vəsaitin istifadəyə buraxılır, 7-8 sənədlər, hansı sənədlər hazırlanır, internet resurslarına var, nümunələrini indirərsiniz, lazım olanda istifadə edərsiniz. Ümumi olaraq, yəni dövlət vergi xidməti əzacil bir qurum deyil. Yəni hər şey problem eləmir. Əsas odur ki, rəsmi alışım var, onları keçirlər də, bir növ belə deyək. Da kağızı yoxdur, filan yoxdur, çox vaxt problem eləmirlər. Amma böyük şirkətlərdə sapa-sağlam işləmək tövsiyə olunur. İndi mən nümunələr çəkərəm. Qaydırıq məcəlləyə. 3-cü hal deyir ki, qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5%-dən az olur. Bu nə deməkdir? Dəyərli yoldaşlar. Deyək ki, əlavə izah kimi verirəm, bir də gətirərik bura. Deyək ki, mən 2017-ci ildə şərti olaraq 15.000 manata bir maşın almışdım özümə. Bu amortizasiya oldu. 15.000-in deməli iki dənə variantım var. Deyir ya 500 manat və ya 15.000-in 5%. Baxın, və ya deyir özün bilərsən. Ya bu ya o, və ya. Yəni bu bağlayıcı belə işləyir burada. İçindən birini seç. Baxıram, ya da 5% ilkin dəyərindən, yəni uçota buraxılma dəyəri ki var, istifadəyə buraxılma dəyəri. Deyirəm ki, bunun 5%-i 750 manat edir mən biləm. Ya 500 və 700 bu nə deməkdir? Mən də deyirəm ki, 2023-ün sonuna
Bu avadanlığın qalıq dəyəri sonuna qalıq dəyəri olub, 23-də də amortizasiya eləmişəm. Mən deyirəm ki, bununla götürmək istəyirəm. 23-ün sonunda 745 manat qalıqla qalıb. 23-də silmir. Hesab edin ki, 23-də amortizasiyasını eləmişəm, misal üçün 1000 neçə manat olub. Onu 809 manat olub. 20% amortizasiya eləmişəm, qalıb 750 manat. 750 manat 23-də sona qalıqda qalıb. 24-də silirsən onu. 24'te 745 manata silirsiniz. Aydın yoldaşlar. Şimdi ümumi olarak deməli burada silgi yazıram, silinmə. 745 manat da budur, qalıqdır. Bu da silinəcək. Bu üçü toplanılacaq. Bu üçündən bu üçü cəmlənib çıxılacaq. Qalan məbləğ amortizasiya olacaq. 15.000, deməli buradakı data olacaq 15.000 745. 122.000-dən 15.745-i çıxırıq. Qalan məbləğ ki yaranır orada. Onun 20%-ni, misal üçün 25%-ni amortizasiya yazıram. İndi buradakı məsələ nədir? Ümumi biz gəlin burada fərqi verək. Ortadakı fərqimiz olacaq. Deməli 122.000-dən 15.745-i çıxar. Tələsməyə yoldaşlarım göstərirəm sizə. Hesabat tərəfində deyəcəm. 122.000 çıxılsa bunun əlavə bir özü çıxır. Konfigurasiyanı verəcəm. Çıxanda qalır 106.000. 106.000. Siz də diqqətlə qulaq asın, nəticə çıxardın. Sual olsa, bitirin bu abzası, səsi açıb sual velə bilərsiniz. Sonra soruşaram, eləyərəm, baş bir olur qarışıq olur, sizdə yaddan çıxacaq, məndə yaddan çıxacaq, yerində soruşun. Bunlar kiçik məsələ deyil, bunlar hesabatın əsas tərəfidir. Misal üçün bu 25%-dən amortizasiya olunacaqsa, 25%-ni tapıram, bu edir 26.563 manat 75 qəpik. Yekun olaraq sona qalıq olacaq, 106.255 çıxılsın 26.563.75. 106.250, bu da edir 70, birazdan bu 79.000-i görəcəksiniz. Bu belə. İndi bizə nə lazımdır? Biz, dəyərli yoldaşlar, biz bu satış ki var, bunu da xərcə yazırıq. Bunu da xərcə yazırıq. Bu mənim real əşyamdır. Bunu da xərcə yazırıq. Bunlar hamısı xərcə yazılacaq bu sayılar. Gəlirəm bura. Əsas vəsaitlərə, xərclər hissəsinə, sonra əlavə birdən göstərəcəm. Gəlirəm bura. Deyək ki 2024-dür. Bunu silirəm buradan. Bizdən nəqliyyat vasitəsidir. Bu sətrə amortizasiyanı yazıram. Amortizasiya nə qədərdir burada? Baxaq. Amortizasiya rəqəmi budur. Yəni hesablanmış amortizasiya budur 26.000. Ancaq bunun 26.000-i yazıram bura. Torpağa yazdım gözüm. Torpağa yaxşı. Bura yazıram. Sonra gəlirəm burada satış 10.000 olub. Bunu hara yazıram? Satılanın amortizasiyası olunmur. Bir dəfəlik xərc. 10.000 satış və 745 manat yazıram, bunu da göstərirəm. 10.000 gedəcək 227.9-a. Cari ildə təqdim edilmiş əsas vəsaitin ilin əvvəlinə qalıq dəyər. Bunu yazdım bura. Bu niyə nida verir? Deyir axı Elşən keçən dərslərdə gəlirlər hissəsində 201-ci sətri keçmişdi axı. 10.000 əvvələ qalıq dəyəri olan əsas vəsaiti neçəyə satmısan? Deyirəm ki 12.000-ə. Deyirsən bura satışı yaz, o tərəfdə qalığı yaz. 2000-in vergisini ver. Ona görə nida edəcək. 201-ə 12.000 yazdım. 227.9-a 10.000. Bu 745 manatı da bura yazırsınız. Bura. Qalıq dəyəri 114.6 gedir də 745-i də bura. Deməli silgiyə o 5% 500 manata görə silgiyə gedənlər 227.8 sətrinə, satılanın qalıq dəyəri 227.9 sətrinə, qalanlar da normal formada bura bölüşdürülür. Ümumilikdə biz 37.000 xərc yaratdıq. İndi bunun əlavə birdəki yazılışı necə olacaq? Baxırıq əlavə birdəki yazılışa. Gəlirik bunu ümumi olaraq silirik, bu dataları silək. Bizdə əvvələ qalıq nə qədər idi? Əvvələ qalıq bizdə 50.000, cari ildə daxil olma, hansı ki istifadəyə 70.000, 2000-də təmin. 70-dən 2000-i bir yerdə verir, 72. 50.000 qalıq, 72.000 daxil olma. Gəlirəm hesabata, ilin əvvəlinə, misal üçün nəqliyyat vasitəsi olsa, ilin əvvəlinə 50.000 dəyərli yoldaşlar yazırıq bura. 72.000 daxil olmaya yazırıq. 10.000 təqdim edilməyə yazılır, satıldı. Amortizasiya ilə o 5%-dən aşağı olanı buradan silirsiniz. Buradan silə bilərsiniz rahatlıqla. Gəlirəm buradan, deməli amortizasiya 26.745 manat da budur. Bu ikisini toplayıb bir yerə yazırıq da belə deyək. 745-dən 26.000-i təkrar baxanda qeydlərinizi götürərsiniz. 26.563.75 üstə gəl 745 manat 27.308 manat. Deməli bunu da yazırıq bura silgi 27.308 manat 75 qəpik. Qalıq elədi 84.000. Bizim rəqəmlər elə düz gəlmədi. Bizim rəqəm 79.000-dir. Burada nəsə səhvlik oldu. Tələsməyin. Bir də baxaq, deməli 72. Mən burada nədən nəyə çıxmışam? Biz burada səhv eləmişik. Yox, səhv eləmişik. Gözün elə. Biz burada düz hesablamamışıq. Gözün. Ümumi data bizdə 122.000 çıxılsın. Bu deməli 15.000 çıxılsın 26.000 olmalıdır. Bunlar 122.000-dən bunların hamısı çıxılmalıdır. Bunların hamısı çıxılmalıdır. Ümumi yekun data buradakı 84. Burada gələn il bunun haqq hesabına baxar. Yazılış forması hələ ki bu formada gedir. Lərf 5000 nəyə deyirsiniz? Zeynəb xanım səslə danışa bilərsiniz. 5000 lərfimiz onu baxın. Orada baxın 5 milyarı yazmamışdı Zeynəb xanım axşamınız xeyir. Aşağısı 5000 lərf. Düz, çox üzr istəyirəm. Olub. 5000-i də bu yazmalıyıq. 5000-də lərfə veririk, müəyyən səhvlərdən lərf olunur. Onu da biz hesablamışam 79.000. Okey. Bu lərf olunanda başlığı budur. Əlavə bir keçəndə zaten bununla bağlı bir dənə izah verirəm, təkrar olacaq. Bu formada yazılışı veririk. İndi biz burada əsas vəsaitlə bağlı bir vacib sətr qaldı. Onu təmiri izah edəndə birazdan deyəcəm. Təmirə keçirik, tələsməyin. Bir də baxaq görə burada başqa bir sətr qalmadı. Ümumi əsas vəsaitlərdən ayrıca danışacağam yenə. Deməli 227.1-dən 227.7-yə kimi amortizasiya sətirləridir. 227.8 o silinmədir 5%-dən aşağı. 227.9 satışın qalıq dəyəridir. Bu da amortizasiyadır. Bu təminlə bağlı birazdan deyəcəm. Burada başqa bir məsələ var. Misal üçün keçid eləyək başqa bir məsələdən danışaq. Deyək ki, bizim cari ildə 50.000 manat verib bir nəqliyyat vasitəsi almışıq. 50.000 manat verib 5%-dən aşağı məsələni tamamlamadım. Mən izah edəcəm yenə. 50.000 yaxşı izah edeyim sonra. Baxın xanım, deməli məsələ burada nə qədər cərəyan edir? Siz düşünün ki, şirkətiniz var 2017-ci ildə. Özünüz şirkətiniz üçün bir nəqliyyat 2 Kia markalı maşın almısınız. 17-ci ildə axı amortizasiya eləyə gəlirsiniz. Amortizasiya eləyirsən, azala gəlir də. 2024-də bu gəldi 5% düşdü. Həmin il silir onu xərcə. Onu demək istəyirəm. Yəni bunu demə burada 10 illik verməyim də burada. Buna bax gedir belə. Bu ehtiyac yoxdur. 2017-ci il 50.000-in 20%-ni şərti 20%-dən gedər. 10.000 getdi xərcə. Sonra 2018-ci il 50-dən 10.000-i çıxıran 40.000 qalıq var. 40.000-in 20% gedir xərcə. Yəni hər ilin hesabatında 227-ci sətirdə bunu xərc kimi yazmısınız. Bu da elədi 8.000. Sonra belə illər gəldi burada 2019, 2020, 2021, 2022, 2023, 2024. 2023-də də deyək ki, misal üçün qalıq dəyəri 900 manat olub. 900 manat olub 23-ə keçib. 900 manatın 20%-i eləyir burada 180 manat. 180 manat amortizasiya elədim. 24-də çıxıb keçir 720 manatdan. Düzdür? 720 manatdan keçir. Hə, mən bunu burada düz gəlmir belə. Gözün bunu 1100 manat edin, belə düzələcək. 1100-ün 20% 220 manat. Qalıq dəyəri 980 manat edir səhv eləmirəmsə. Ya 880 manat. İndi düzəlir. Baxın, ilkin başda dəyər 50.000 idi. 50.000-in 5%. Elin 25%-dən 2500 manat edir. Onda gözün bu düz gəlmədi belə. Raşad baş səhv götürdük. Bunu 2600 eləyək. Rəqəmi dəyişək 23-cü il üçün. Bunu 520 eləyək.
2600-dan 520-ni çıxaq, bu eləyəcək 2080. 2080. İndi baxaq. 50.000-i almışdım. Ya mən 500 manatdan getməliyəm, ya da 50.000-in 5% ilə getməliyəm. İki seçimim var. 50.000-in 5%-i 2500 manat edir. Bu 2023-də 2600 olur. Mən 23-də amortizasiya elədim. 520 manat, 24-də keçdi 2080 manat. Yəni 2500-ü düşdü. 2500-ü düzdür, 23-ün sonu düşdü. Amma 24-də xərcə gedəcək. 2024-cü ildə bunu yerli köklü xərcə yazırıq sıfırlayır. Bunu demək istəyirəm mən. Aydın yəni bunu bu formada yadda saxlayın. Başa düşdünüz? Çox gözəl, çox gözəl. Bu formada yadda saxlayırsınız. İndi keçək digər pozisiyaya. Deyək ki, məsəl üçün şirkətiniz 2024-cü ildə bütün variantları deməyə çalışacağam. 2024-cü ildə 30.000 manat verib, bir də misal üçün Gazelle alıb, Gazelle maşın. Misal üçün şərti olaraq maşın bazar qiyməti necə alınır? Bazar qiyməti necə yəni? Ümumi vergi baxımından deyirsiniz. Yox, bazar qiyməti nə aidiyyatı var məsələyə? Bazar qiyməti Rauf bəy əsasında bazar qiyməti yox, əsasında iki dəyəri var. Maya dəyəri məsələsi var orada. Yəni bazar dəyəri yox, təzə fikirlər yaratmıyor. Satanda nə olur ki, yəni bazar dəyəri o vergi tutmanın aidiyyatı yoxdur. Satanda nə bazar dəyəri yəni? Normal satış gedir, satış edirsiniz, gəlirə çevirirsiniz. Bazar dəyəri məfhumu tamam ayrıdır. Bazar dəyəri hansı hallarda istifadə olunur? Vergi məcəlləsinin 14-cü maddəsində var. Mövzu dəyişir. Maraqlı mövzudur. Sizin xətrinizə üçün gələcəm indi 14-cü maddəyə, amma bu abzasını bitirim sonra. 14-cü maddədə hansı qoşullar var, hansı qoşullar yoxdur, onlardan danışaq. Qiymətləndirmə başqadır. Bazar dəyəri tamam başqa məfhumdur. Yenidən qiymətləndirmə tamam başqa məfhumdur. Yenidən qiymətləndirmə ümumiyyətlə bu vergi tutmada işi yoxdur. Yenidən qiymətləndirmə amortizasiyada ümumiyyətlə çıxış eləmir. Vergi məcəlləsinin neçə yerində yazılır deyəcəm. Tələsmədən öz abzasını bitireyim. Baxacağam sizin sualınıza. 30.000-ə bunu almışam. Deyək ki, bu 25%-dən amortizasiya olunmalı idi. 25%-dən bu il 7500 manat. Düzdür, düzdür. Amma mən deyirəm ki, eləmirəm. Mən bunu edirəm 17%. Yəni normalda birinci növbədə bunu hesablamalısınız. Bu qaydadır. 30.000, 7500 amortizasiya oldu, 22.500 qaldı. Bu reallıq. Doğrudan da bu maşını sürmüşük, köhnəlmə gedir. Nə bilim filan yeri köhnəlik filan olur. Bu belə, bu çoxda bu belə. Deyirəm yox, mən amma xərcə yazmaq istəmirəm də bu qədər. Zaten mənim xərcim çoxdur. Mən bunu 17%-ni xərcə yazıram. Bunun 8%-ni saxlayıram gələcək üçün. Toplam 25%. Düzdür dəyərli yoldaşlar. 30.000-in 17%-i 5100 manat edir. 30.000-in 8%-i 2400 manat edir. Toplam bu rəqəm. Bunu xərcə yazırsınız, bunu gələcək üçün saxlayırsınız. Necə yazılır bu? Siz istəyirsinizsə belə edirsiniz, istəmirsinizsə eləmirsiniz. Gəlirəm burada amortizasiya hissəsinə. Elə bizdə nəqliyyat vasitəsində belə deyək. Nəqliyyat vasitəsinin şərti budur. 227.3. Həmin 5100 manatı yazırsınız bura. 5100-ü bura yazırsınız. 17%. Gələcək dərslərdə keçəcəm. Hesabat dövrü üzrə verginin hesablanması. Burada hələ keçməmişik. Burada hələ sual vermir. Burada aşağıda 247-ci sətr var. 2400-ü də bura yazırıq. Və növbəti illərdə bunu istifadə edə bilirik. Növbəti illərdə istifadə formatını bu bölməyə çatanda deyəcəm. Demiri çox qarışmasın, qatlar çoxdur. Amma əlavə birdə heç nə dəyişmir. Əlavə birdə sapa sağlam yazılmalıdır. Köhnəlmə verilməlidir, əlavə aktiv yaradılmalıdır. İndi bu əlavə aktivin yaradılması nədir deyəcəm. İndi gələk biz məsələmizdəki 50.000-ə, 30.000-ə aldığımız əsas vəsaiti 30.000-ə. Gəlirəm bura, nəqliyyat fasilələrini açıram. 30.000-ə almışdım. 30.000-i yazıram, daxil olmuşdur. Bunun 25%-i 7500 manat edir. Bunu yazırıq bura. Nə qədər xərcə yazmışam, nə qədər xərcə yazmamışam, heç bir şey aidiyyatı yoxdur. Bu köhnəlmədir, bu balansировkadır, bu balansdır. Amma 7500-ün 5100 manatı yazıldı xərcə, 2400 manatı qaldı. Bu aşağıda bunun üçün bölmə var. 1.10. Gəlirik burada 1.10-da, sütun 2-də həmin 2400 manatı veririk. Çünki o xərclərdə iştirak eləmədi deyə xalis mənfəətdə səhvlik yaradacaq. Bu formada tənzimlənir. Gələcəkdə bunu istifadə edəndə silərik. Yəni bundan danışaq, tələb olaraq qalır. Bu belə. Bunlar da hamısı 114-cü maddədə yazılır. Və yaxud digər başqa məsələ, tələsməyin. Başqa məsələ nədir? 2 qat tətbiq, 1.5-dən 2 ilə tətbiq. Biz 556 nömrəli qərardan danışmışdıq. Əgər mikro sahibkarsınızsa, misal üçün 2 qat amortizasiya edə bilərsiniz. Kiçik sahibkarsınızsa 1.5. Orta ilə ildə ehtiyac yoxdur. Gəlirəm burada deyirəm bu mikro sahibkardır. Gəlirsə 30.000-i 25%-dən yox, 50%-dən 2 qat xərcə yazın. Aydın yoldaşlar, 2 qat xərcə yaza bilərsiniz. Bunu kiçik şirkətlərə fürsət verirlər ki, xərcləri çox olsun, vergiləri az olsun. Onun üçün nəzərdə tutulur. Ümumi bunları danışmaq istəyirəm. İndi təmir xərcini danışım, ondan sonra fasilə verərik. Hələ bitmir amortizasiya. Təmiri danışım, ora qayıdar. Təmir xərci datası məsələləri tənzimlənir vergi məcəlləsinin 115-ci maddəsi ilə. Vergi məcəlləsinin 115-ci maddəsi ilə. 115 hesablatda da 228. 115-ci maddəni açırıq dəyərli yoldaşlar. Ümumiyyətlə yadda saxlayaq ki, burada da leksik yanaşma rol oynayır. Deyir ki, hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği, təmir xərci məbləğini necə tapacaqsan? Həmin məbləğ deyir, əsas vəsaitlərin hər bir kateqoriyasının əvvəlki ilin sonuna balans üzrə qalıq dəyərinin müvafiq faizləri hesablamaqla çıxılır. Yəni əvvəlki ilin sonuna qalıq dəyəri yoxdursa təmir xərci də yoxdur. Yəni sən bu il alıb istifadəyə buraxmısansa təmir xərci qəbul olunmayacaq da ümumi olaraq. Aydındır? Sən gərək 2023-də alaydın, istifadəyə buraxaydın, 24-də keçəydin, 24-ün əvvəlinə və ya 23-ün sonuna qalıq dəyəri olaydı ki, sən təmir xərci çəkəydin. Məsəl üçün burada verir 114.3 nəqliyyat vasitəsidir, 5% təmir xərci. Da bunu elə ürəyimiz istəyən kimi yazmır. Avtosalon servisdən gəlib qaynaya gəlsin, təmir qaynası. Məsəl üçün Zeynəb xanımın şirkəti maşını göndərib servisə Avto Azərbaycana. Maşının ilin 23-ün sonu, 24-ün əvvəli. Qalıq dəyəri 20.000 manatdır. 5% icazə var. 20.000-in 5%-i 1000 manat edir. Hər çox çəkə bilərsən, amma gəlirdən çıxa bilmərsən. Çıxa bilməyəndə nə olur deyə 1000 manat. Avtosalon da deyək ki, məsəl üçün bizə 800 manatlıq qayma olur. 800 manatı təmir xərci kimi yaza bilərsiniz. Da mini götürüm yazım olmaz. Xərc sənədi yoxsa mümkün deyil o. Bu necə yazılır? Gəlir hesabata. Burada 228.3 misal üçün nəqliyyat vasitəsi. 800 manatlıq təmir qaymam var yazılır. Da yanacağı benzini yazmır. O ayrıca xərcini gedir. Burada da suallar var. Misal üçün filtri dəyişdin, əyrəti dəyişdin, tormozu dəyişdin. Bunlar necə gedir? Ümumi yazırıq da biz bunu təmir xərci kimi yazırıq. Bəziləri digər xərclər kimi silir. Bunlar ümumiyyətlə cari ümumi təmir xərcləri ilə bağlı sənəd var. Həmin sənədlə getməlidir. Vergiyə uyğunlaşdırılır. Biraz qapalı sənəddir. Təkrar alışı xərc yazılır qayma ilə alınmışamsa, təkrar alışı. Bunlar biraz Zeynəb xanım dediyim kimi biraz tərəddüd yaradan məsələlərdir. Təkəri təmir xərci kimi qəbul etmək daha məqsədə uyğundur. Yəni sən o təkəri 5 il istifadə edəcəksən, 3 il istifadə edəcəksən. Bəzi bu tip sualların cavabı yoxdur bizdə. Bəzi bu tip sualları müəyyən yanaşmalarla həll edirik. Yenə deyirəm, eyni şey dedim. Məntiqlə qalsa, maşının bakına benzin tökülür. Benzini yazırıq xərcə. Elə bir növbəyə baxanda benzinlə təkəri eyni tuta bilərik də. Hesab edin ki, təkər də 2 saata məhv olur, benzin də. Elədir, təkərin ömrü var, benzinin ömrü gedəndə istifadəsinə görə ömrü var, hamısını belə deyək. Yanacağı birbaşa xərcə yazırıq. Təkəri də yaza bilərsiniz əslində. Ümumi yazmaq olar, yəni biraz yanaşmalar fərqlidir. Öz formatımıza uyğun addım atar sistemi tutmasa. İndi burada mən nə danışırdım? 800 manat məsələsi, təmir xərcimizi hesabı göstərmədik biz burada, tələsməyin.
200, burada 800 manatı yazdıq. Deyək ki, çox olub. 1000 manat normativin var axı. Oldu 1200 manat. Avtosalon 1200 manatlıq. Sən 1000 manatı yazırsan, 200 manatı yaza bilmirsən. 200 manat hansıdır? 200 manat budur. Bəyaz əsas vəsaiti izah elədim. Təmirin normadan artıq olan hissəsi artıq o əsas vəsaitin qalıq dəyərini artırır. Misal üçün siz əgər 1200 manatlıq təmir xərci çəkmisinizsə, bura 1000 manatı yazırsınız, 1000 manatı. Həmin 200 manatı əlavə birdə burada ilin daxil olmaya artırırsınız. 30200 manat edirsiniz və onu amortizasiya edirsiniz, qalır orada. Təmirin normadan artıq olan hissəsi əsas vəsaitin dəyərini artırır və amortizasiya şəklində gəlirdən çıxılan xərclərə aid edilir. Bu burada yazılmır. Bu yuxarıda yazılıb. Yazılıb ki, vergi amortizasiyanın bayaqki düsturu. 115-ci maddəyə əsasən təmin xərclərinin məhdudlaşdırmadan, yəni normadan artıq olan hissəsi əlavə edilir. Sənin bu illik norma 5% 1000 manatdırsa, 1000-dən artıq olan hissəni əsas vəsaitin dəyərinə gəlir. Yəni əvvələ qalır. Daxil olma, təmirin normadan artıq olan hissəsi üçlü cəmlənmə verilir. Bunu demək istədim, bunu da yadda saxlayın. Sonra burada təmin xərcinə bağlı vacib bir məsələ icarə məsələsidir. İcarəyə götürülmüş əsas vəsaitlərin formatı necə olacaq? Deməli, dəyərli yoldaşlar, təmirdə xüsusi nəsə bir hal yoxdur. 115-ci maddəni oxuyarsınız. Deməli, icarəyə götürülmüş əsas vəsaitin məsələsi vergi məcəlləsinin 115.6 birinci maddəsi ilə tənzimlənir. Əgər siz misal üçün bir ofisi icarəyə götürmüsünüz, əsas vəsaitdə ofis icarəyə götürmüsünüz və icarəyə verən də deyir ki, mənə aidiyyatı yoxdur hüquqi tərəfdən. İcarə müqaviləsində şərt qoyulub ki, icarəyə götürən özü xərc çəksin. Özü lazım olanda təmin eləsin. İstər-istəməz bunun təmirə ehtiyacı ola bilər də. Ofis təmirləri hər il olmasa da 5 ildən 6 ildən bir format dəyişir, rəng dəyişir, aboy dəyişir, laminatı dəyişir, düsturu dəyişir. Misal üçün ümumi olaraq. Deyək ki, qanun deyir ki, icarəyə götürən əgər xərci çəkirsə, bu halda o xərci birbaşa yox, amortizasiya məntiqi ilə illərlə xərcə yatacaq. Adı olur təmirin xərci, silinməsi olur amortizasiya kimi. Necə olur? Necə olur? Bu əlavə yerə yazılır. Məsələn, nəqliyyat üçün ofisin nəqliyyatın təmir xərci maşın götürmüş var idi 10 illik. Təmir xərci və təmir xərci şəklində yazılmır. Və yaxud amortizasiyada amortizasiya yerinə yazılmır. Başqa yerə necə yazılır? Ofis deyək, ya nəqliyyat vasitəsi götürmüşəm, kirayələmişəm, 6000 cari ilə xərc etmişəm. Dövlət deyir ki, qanunda deyir ki, bunu düz xətt metodu ilə, düz xətt bildiyimiz 2026-cı ildə məcəlləyə düz xətt metodu ümumi alanda daxil ediləcək müəyyən istiqamətlərdə deyir 5 ildən az olmayaraq illər üzrə mütənasib amortizasiya olunmaqla gəlirdən çıx. Kapitallaşdır çıx. Yəni birdən çıxa bilməzsən. Bu nə deməkdir? Siz gəlirsiniz burada dəyərli yoldaşlar, deməli tələsməyək. Burada amortizasiya yerində veriblər. Görürsünüz 228-də veriblər. Həmin o 115-ci maddəni götürüb buraya yazıblar. Deyirmiş 6000-i böl 5 yerə. 1200 manat. Hər il 1200 yaz xərcə. Bu xərclər bölməsindəki yazılışdır. Əlavə bir də bunun ayrıca asob sətri qoyublar. Amortizasiyanın ən son sətridir. Amortizasiya birində birinci sətirdir. Bir aşağı düşürəm. Deyir ki, burada icarənin amortizasiyası. Görürsünüz sonradan əlavə olunur. İcarə 6000-i daxil olmaya verirsiniz. Hər ildən 1200 silirsiniz. Daha əsas maşının özünə qatmırsınız. Ayrıcadır. Ayrıca belə yazılır. 4800 gələn il olacaq. Burada yenə 1200 silərsiniz. Gələn il burada 4800 olacaq. Yenə 1200-ü təzədən yazaq. 3600 5 ilə 0 yazarsınız. Aydın yoldaşlar. İndi mən təminlə amortizasiyanı danışdım. Düzdür. Söz olaraq danışdım, göstərdim, yazdım, pozdum. Bu yetərli deyil zaten. Bu təlimçiyə tam yaraşan bir izah deyil. Onsuz da dərsimiz bitmir. Dərsin mərhələləri var. Biz zaten sizdən mənfəət vergi bəyannaməsini dolduracağıq. Orada amortizasiya bağlı bir 7-8 kateqoriya dolduracağıq. Həm satış olacaq, hər şey olacaq inşallah. O məsələdə universal yığanda sizə daha aydın olar. Təkrar o videoya baxanda yenə qeydlərinizi götürərsiniz. Yəni biz sizdən ki, məsələ yığacağıq burada. O məsələni tam qavrayan mühasib, tam öyrənsəz. İndi biraz mənim də tərzim budur da, açıq danışmağı xoşlayıram. Yəni elə mən olum, mən olur misal üçün, mən də bildiyimi bilirəm zaten. Təlimçiyəm, mən üzərində çalışıram, mən vaxt sərf edirəm buna. Bu layihədən sonra bazı layihəmiz var, o kiçik layihədir, bir qrup olacaq zaten. Oturacam yenə özüm mütaliəyə. Yenə araşdırıram, yenə axtarıram, mütəxəssislərlə görüşürük, müzakirələr edirik, fikirlər yaradırıq, təkliflər edirik. Vergi məcəlləsi dəyişikliyi olan dövrlərdə fikirlərimizi deyirik, bir dolayısıyla çatdırırıq müəyyən orqanlara. Sizlər də, yəni mən məsəl üçün deyək ki, təlimçiyəm, daimi olaraq qruplarla işləyirəm, mənim üçün hər şey daimi təkrarlanır. Hər ay mən mənfəət dərsi keçirəm, hər ay. Artıq məsəl adi bir məsələ belə deyək. 3 ay keçməsə yaddan çıxacaq. 3 ay keçməsə biraz pis olacaq. Dərsə başlanır, gəl təkrarlayım. Eyni olması üçün deyirəm, sizin üçün də bu belədir. Ola bilər ki, konsaltinqdə işləyir, hər ay mənfəət yığır. Okey, o normaldır. Amma siz də mən məsəl üçün gedib bir analitika kursuna getsəm, analitika öyrənmək istəyirəm. Mən gəl oturum axşamlar özüm üçün yazım pozum. Mən də onun tələbələri belə deyirəm, normal bir şey. Siz də eyni deyirəm. Yəni oxumaq aslında öyrəndim olmur belə yoldaşlar. Yazırsınız, pozursunuz, eləyirsiniz, nəticə çıxartmaq lazımdır, hesablama lazımdır. Məsəl üçün bariz nümunə çəkək. Ana müəllim bizim tədbirimizdə idi. Ana müəllim arada bizə tövsiyələr verir. O adamın təcrübəsi daha çoxdur da. O təlimçi olmasa da vergi qanunu vericisi Azərbaycanda pillərdə duran bəlkə də birinci, ikinci yerdə duran ekspertlərdən belə deyək. O da tövsiyə edir, araşdırmaq lazımdır. Mütaliə səhnədə də dedi, 50 dənə sənəd açmışdıq, prezentasiya açmışdıq. Onun çəkdiyi nümunələr, mənim oradakı xırda izahlarım, hamısı sənədlərdən qaynaqlanır. Özümüzdə işlə yaratmır. Aydındır? Hətta o izahlar ki, səhnədə verildi, o izahların bəzilərini ana müəllim özü verib, qanun vericisi daxil edir. Yəni o dərəcə. İndi tövsiyələr bizim üçün önəmlidir. Düzdür yoldaşlar? Biz üzərimizdə işləyək, biz də gələcəkdə mütəxəssis ola bilərik, vergi orqanı dinləmək istəyə bilər. Siz də araşdırın, hər şeyi araşdırın. Ən gözəli yazın pozun, yoxsa yaddan çıxacaq. Bilirəm ifadəsini heç kim işlətməsin. Mən heç bilmirəm ki, mən bilirəm. Mən özüm də sözü xoşlamıram. Bu belə. Təminlə amortizasiyadan danışdıq, orada bir səhvimiz qalmadı. Məsələdə yenə qayıdacaq, əlavə birdə də yenə qayıdacaq. İndi təmirdən sonra bizim buradaydı, bu gün xərcləri bitirək. Onsuz da layihə bitirib rahatam. Lap lazımsa saat 10-a kimi dərs keçə bilərəm sizə. Siz nə qədər gedir dərs keçsin. Burada 229-cu sətirə keçid eləyəcəyi fasilədən sonra bu gün bitirəcəyik bunu inşallah. Axırda kompleksləşdirəcəm xərcləri sizin üçün. Bir balaca nümunə də gedərik. Nəticə çıxardırıq. Yenə deyirəm dəyərli dostlar. Gəlirlərdə aktual 3-4 sətir var. Xərclərdə amma çox aktualdır. Belə bir 15-20 aktualdır. Yəni belə deyim. Misal üçün bu təlimdə yoldaşlar ki var. O deyək ki, mən dövlət qanununda işləyib, maraqlıdır öyrənir ki, sənəd desin ki, mən bunu bilirəm, verib büdcənin planlaması olur, digər məsələlər olur, hesabatı olur. Azad xanım konsaltinqdə işləyir, Şahin bəy baş mühasibdir, Kamil xanım konsaltinqdə baş mühasibdir, səhv eləmirəmsə, hamı mühasibdir burada. Bu ümumi format üzrə özümüz üçün qeydiyyatlar apararıq. Əsas bir 20-25 sətirdir. Lazım olan siz sözü hara gətirmək istəyirəm. Mən bunu bilirəm, mən bunu eləyə bilirəm deməlisiniz. Bu kursu keçib kursu bitirən, bu hesabatı yığmasa mən bir söz tapıb deyə bilmərəm. Yəni bunu keçdiksə sizə, siz üzərinizdə çalışmalısınız. Əgər siz mən açıq deyirəm, o hesabatı yığa bilmirsiniz, sizə baş mühasib olmasa yaxşı. La belə mən özüm olum. Mən unutdum baş mühasib olmağı. Mənim sözüm səhv ola bilər ha. O bizim mən sözləşən qorxuram görə deyirəm. Bu dəqiqə baş mühasib postunda olan hər kəs o demək deyir baş mühasibdir. Bəlkə də mühasib də postu tutur. Sizdən söhbət getmir ha. Mən mühasib olanda baş mühasib postundaydım. Məsələn, o yerə layiq deyildim vaxtı ikən. Gedib əl almışdım. Bir formada yaxşı çalmışam da məni qabağa çəkdi. Məsəl üçün özümün nümunə çəkirəm. Yalandan doğru deyirəm də nümunə kimi. Siz də hər baş mühasib də baş mühasib deyil, hər mühasib
mühasib olanda bəlkə də baş mühasibdir. Yəni vəzifə ştatda vəzifə tutmaqdan ölçmürük də biz, dili ilə ölçürük məsələləri. Siz də əgər bu kursu bir nə sual lazımdır, nə istəyirsiniz, günün saatının fərqi yoxdur. İstəyirsiniz axşam saat 5-də sübh namazı vaxtı yazsaz, mən səhər də cavab verə bilərəm sizə, hər vaxt cavab verin. Soruşun. Lap özünüzdən kəşf edin. Lap sual lazımdır, soruşmayın. Başqasına gedin soruşun. Fərqi kim nə soruşur? Əsas qopardım da bunu. Mən gəzirəm, kimsə tapım, məsələn 2 dənə sualım var verin. Mən ana müəllimi tapanda, da müəllimi yorur. Deməli bu da mədəni formadır da. 5 dənə sualım varsa birini həll edin, soruşanda deməli onun fikri başqadır, onun yanaşması başqadır. Fikir verdi səhnədə nə dedi? Əmlak verdi bəyannaməsini, torpaq əmlak nə deyəcəm, ana müəllim öyrətdi. Biz ona əmlakda deyəcəm. Torpağın açıqlamasını verdi. Hardan verdi? Hansı qanuna çıxıb getdi? Təbiətçi olmaq, icarə haqqında qanuna girib çıxdı. Məsələn mən onu bilirdim. Amma bilməyənlər də var. İcarə haqqında qanuna çıxdı ki, icarədə təbiətçi olmaq, bələdiyyə torpağı icarəyə verirsə, torpaq vergisini özü ödəməyəcək, icarəyə götürən ödəyəcək və yaxud icarəyə verən torpaqdan söhbət gedir. Torpağı icarəyə verən böyüyü olan bir sahibkarsa, torpaq vergisini özü verir. Torpağı icarəyə verən sahibkar deyil, dövlətdirsə, icarə verir, torpaq vergisini icarəyə götürən verir. Bunlar hardan bilir bu adam? Təcrübəsindən bilir, elmi mütaliəsindən bilir. Amma hər hansı kitabda vardır, 90% kitabda. Biz də çalışaq, sevək bu sahəni. Nə qədər çalışsaq, indi mövzudan yayında biz motivasiya fikri danışaq. Mənim öz xoşuma gəlir, beynim rahatlaşır belə söhbətlərdə. İnkişaf eləyək. Daimi əlaqədə olaraq yazın, soruşun. Xoş olmayan nə olur? Xoş olmayan siz gərək elə bir levelə gəlib çatasınız ki, mənə daha şəkil çəkib atmayasınız. Müəllim, bu sətirə mən nəyi necə yazım? İndi olar, bir il olar. Siz gərək elə sual verəsiniz ki, müəllim, bu fikir görəsən nətərdir? Bunu mən başa düşürəm. Fikir mütaliəsi olmalıdır. İnanın ki, hesabata rəqəm yazmaq adi bir əməliyyatdır. Əsas o qanunu bilməkdir. Zaten qanunu araşdırıb bu kursu keç, qanunu araşdıran. Onu tapacaq, onun başqa variantı yoxdur. İndi mən sizə dünən o prezentasiya açmışdım səhnədə. Görüm o hardadır, burdadır yoxsa üzr istəyirəm. Bunu göstərim, bunu verəcəm sizə. Bunu sizə verəcəm. Bu qanunları sırf mənfəət naminə, bu sənədi görürsüz. Bu sənəddə müharibə 5 məsələni qoyuram da, bunun 2000 satır. Birinci bu vergi məsələsi mütləq. Bu dördü olmasa da olar. Bu dördünü oradan buradan tapa bilərik. Bunun misal mən sizə deyim, mən 4-ün 5-ini də oxumuşam. Bu hələ 5-ni 10 məsələ oxuyub mütaliə eləmişəm özüm. Bu adicə adi gömrüyüm, başqa sənədlər oxumuşam, 5-ə 50 dəfə oxumuşam, gömrüyə hazırlaşdım bu vaxtı. Nəsə sonra fikrimi dəyişdim. Cinayəti 5-ə 5 dəfə oxumuşam, inzibati 5-ə 10 dəfə oxumuşam. Niyə oxumuşam? Maraqlı gəlib. Oxumuşam, çıxartmışam. Vergiyə aid çox şey var inzibatidə. Cinayətdə həbs var. 10 nəfərdən çox işçini qanunsuz işlətmə türmədir. Misal üçün çox məsələ, mülkiyyətdə çox məsələ. Bunları vergi başda olmaqdan vaxt ayırır. İnanın çox vaxt keçir bunlara. Kağızda kitabını alın oxuyun da, internetdən oxuyun. Google-a baxanda da yorulur. Baxanda deyirlər YouTube basın məlumatını qoyun. Kompüter atın qırağa kitabını oxuyun. Bunların 5-indən də hansından sual olsa cavab verə bilərəm sizə. Əgər mütaliə eləsəz, hadi ürəyinizdə yalandan soruşum yox, nəzərə ala bilmirsiniz. Sonra burada 16 qanun var. Bu qanunların içindən baxın budur. Bunları görürsüz, bax bunlar saraldıram. Bunlar mütləqdir. Mütləqləri deyirəm. Bu mütləqdir. Bunun əlavələri, əlavə bax. Bu mütləqdir. Bunlar elə icarə mütləqdir. Müəllim bundan çəkdi. Bu mütləq inzibati icraatı da bilin. Dövlət qurumları ilə davranışı öyrənmək üçün qanunvericilik bilin. Müraciətlərə baxılmalıdır, necə olmalı, inzibati icraat, ümumi dövlət qurumlarının icraatı kimi qəbul olunur. Publik bir şəxsi bir yalandan bir dəfə oxuyun. Publik bir şəxs necə yaranır? Dövlət prezidenti necə yaradır? Filan olur. Zaten balıqçılıq kənd təsərrüfatına eyni status gəlir. Prezident keçən il onun təyinatını verir ki, balıqçılıq üzrə kənd təsərrüfatı naziri tərəfindən publik bir şəxs yaradılsın. Bunun vergi tutması necə olur? Artıq publik bir şəxs haqqında qanunu oxusaz, vergi məsələsinin 106-cı maddəsində görəndə ki, publik bir şəxsdən mənfəət vergisi azaddır, siz deyəcəksiniz, mən bunu bilirəm. Əla. Sizə rahat edin, hüquqdan publik bir şəxs axtarmayacaqsınız. Bir dəfə oxusaz bəsdir, bir dəfə iki dəfə. Bunu sildim ki. Bunu da elektron ticarət oxuyun. Hamısı maraqlıdır və lazımdır. Sonra ən aşağıda bu qərarlardır. Ana məndə bu ikisi ilə o qədər məşğul olmayın, amma ümumi oxuyarsınız. Vacib qərarlar var, vacib. Bu seçmə qərarlarıdır. Bunların bəziləri müəllim deyil, mən buraları, bəziləri də mənim seçmələrimdə belə deyil. 28-30 dənə sənəd. Bunların bu qərarları var. Bir ay bitirib, gündə birini oxuyun. 10 dəqiqə bitirərsiniz onu. 1 saat ayırırsınız, görün nə qədər araşdırma edin. Onda daha yaxşı ola bilər. Misal üçün burada bir qərar açaq. Elektron qaynaq faktura, bu layihədə də keçmişdi. Elektron qaynaq faktura, adi qaynaq. Elektron qaynaq ki var, onun qərarı. Qərar nə üçündür? Müvafiq qanunvericilik aktlarının icra qaydasını göstərir də bizə. 26 nömrəli qərarı açıram. Bunu bilməyən mühasib biraz yaxşı deyil də, biraz yaxşı deyil. Sən misal üçün şahid əlçin gedir. Qaynaq yazmağı bilir şahid deyir. Ondan heç bir axı. Bilir qaynaq ləğv olunması necədir? Bilir ilk növbəti ayın 20-sində kimi düzəliş edilə bilər. Bilir ki 5 gün ərzində düzəlişə qayıt edilə bilər. Bilirmi ki 3 ildən sonra düzəliş qiymət artımı vermək olmaz. Bilirmi ki filan. Artıq ləğv etmələr hansı halda ola bilər? Orada hamısı 26 nömrəli qərarda var. Amma bir oxumaq lazımdır. Oxuyursunuz, ümumi data yönlü məlumatları çıxart. Misal üçün 1.4 çox önəmlidir. Kimlər qaynaq yaza bilməz? Dövlət qurumu. Deyək ki, misal üçün şahid bilmir. Hansısa bir əmlak komitəsindən çıxarışın nə bilim pulu yığıb qaynaq qurdu. Sən nə mühasibsən məndən qaynaq? Dövlət qurumu qaynaq vurmur, kağızı kifayətdir. Notarius qaynaq vurmur axı. Amma xərcə gedirəm kağızı, ödəniş kağızı. Bu hamısı burada, hər şey burada yazılıb. Hər şey burada yazılıb. Misal elektron qaynaq Azərbaycan dilində olmalıdır, burada yazılıb. Primitiv sualdır ya, amma Azərbaycan dilində olmalıdır. Çünki sahibkar sualı verir, ingilis dilində kifayət mal gəlir. Necə yazar qaynaq? Azərbaycanda telefon olmalıdır. Getsin telefon versin, gətirsin notarius versin mühasibə. Bu da ümumi belə. Bunlar biraz motivasiya yöndü. Ümid edirəm ki, sizi yormuram. Tamam xanım, ekranımız açıqdır. Müəllim çox üzr istəyirəm. Onu az göndərərsiniz də bizə. Başla. Göndərərəm qrupa. İndi göndərərəm sizin qrupunuza. Ya indi olar indi göndərərəm, problem yoxdur. Əlavəniz yoxsa 5 dəqiqə fasilə verək davam edərik. Olarmı? Etirazınız var? 5 dəqiqə fasiləyə çıxaq. 40 dəqiqə bundan sonra dərs gedəcək, 40 dəqiqə 50 dəqiqə. Gəlin biraz güc vuraq, dərs keçəcək. Biraz çox yubandı, yaxşımı? 5 dəqiqə çıxır fasiləyə. Fasilə ilə biraz strategiya qaldığımız yerdən davam edək. Mən də materialı göndərirəm sizə tələsməyin. Fasilədir 5 dəqiqə.
Değerli yoldaşlar, kaldığımız yerden devam edək. Deməli, biz sizinlə qaldıq 229-cu sətirdə. Buradakı məsələlər nə olacaq? 229 nəqliyyat xərcidir. Bu nəqliyyat işdə bilirsiniz, düz bir verin statistikasına zəhmət olmasa axırda suallara keçək. Bu nəqliyyat xərci məsələsi bizim üçün bəzən suallar yaradır. Bu vergi məsələsinin 100 deməli təkrar alış bayaq sualıdır. Deməli, vergi məsələsinin 143-cü maddəsi də bizim üçün ən öndə duran maddələrdən olmalı. Aktivlərin dəyəri. Ümumiyyətlə bu maddə nəyə xidmət edir? Aktivin dəyəri, yəni müsbət mayasının dəyərindən gedir, formalaşan dəyərindən. Bu düz məsələdə fərqli ifadələr var. Formalaşan dəyər, aktivin dəyəri, maya dəyəri. Formalaşan dəyər məsələsinin gələcəkdə işləndirilir, bəzi digər məsələlər. Bu bazar qiymətinə toxunarıq, yadına salarsınız, vaxt sonra toxunarıq. Yəni maya dəyərindən sonra gedir. Məsələlər burada necə cərəyan ediləcək? Nəqliyyat xərci nə vaxt ayrı yazılır, nə vaxt dəyərə yazılır? Misal üçün deyək ki, Həsən MMC, Şahin MMC. Həsən MMC, Şahin MMC, Həsən MMC satıcıdır, Şahin MMC alıcıdır. Daha sonra Emil Logistik. Bu da daşıyıcıdır. Nəqliyyat şirkətidir. Daşıyıcı. Daşıyıcı. İndi Həsən mal satır Şahinə. Həsənin malı nədir? Məsələn, boru satır. Şərtlər bu həmişə boru deyirəm, boru satır. Turba satır. İndi orada dəyərə bölüşdürmə mexanizmi var. Onu mən həmişə deyirəm. Misal üçün biz hansı boruları gətirmişik? Orada mal hardan hara gəlir, yol pulu kiloqramına görə alınır, yoluna görə alınır. Onu bir alqoritmi qurmalıdır. Bir dənə sadəsini gedək. Deyək ki, bir maşın boruda standart ölçüdə 100'lük turba, yəni 100'lük qarmaşqa turbası, su turbası, kanalizasiya turbası 1000 neçə metr? 5000 metr deyək. Şərti yazılır. 1000 metr, 1000 az dedim, belə şey əlimiz pula. 1000 metr turba boru metrəsini almışıq 2 manata. Bu 2000 manat plus ƏDV olacaq. Bu qayməni Həsən yazacaq Şahin MMC-yə. Bu bunların arasında olan məsələdir. İndi əsas məsələ odur ki, bir yük daşıma ki olacaq. Bunların deyək ki, öz maşınları olsa özləri bilər. Yəni Həsənin maşını var, mən çatdırma edirəm, Şahinin maşını var, mən özüm gəlib aparacağam. Orada indi yanacaq gedəcək xərcə əsas və sair. Bu başqa ayrıca arasında yazmır. İşçi maaşı gedəcək xərcə sürücünün, onun bizə məsələ yoxdur. Əmək haqqında digər yerləri var da, müstəqil xərclər. Amma biz xərci daşımanı alırıq Emirdən. Daşıma xərci olacaq 200 manat. Misal üçün mal Sumqayıtdan gəlir Xırdalana. Həsən Sumqayıtdadır, Şahin Xırdalandadır. 200 AZN yol pulu, yol xərci 200 AZN. Bunu kim qarşılayır məsələsi var. Əgər yol xərcini alıcı qarşılayırsa, bu malın maya dəyərinə gedəcək. Əgər yol xərcini satıcı qarşılayırsa, maya dəyərinə yox, əlavə xərc yaradır. Niyə? Çünki aktivlərin əldə olunması zamanı, burada bizə deyək ki, aktivlərin əldə olunması zamanı çəkilən nəqliyyat xərcidir, onun alış qiymətidir, onun gömrük əməliyyatlarıdır, ümumi olaraq təhvil pulusudur. Bunlar hamısı mayada formalaşır. Təhvil o demək deyil, elə çöldən bir nəfər çağırıb baxaq mənə kömək eləsin. O da olar. Ondan müqavilə baxaq, mülki müqavilə 40% ondan puluna gedir. O vahid bəyanında danışaq. Rəsmiləşdirilmiş formada. Yol xərcini, ya bizdə yol xərci də var, təhvil xərci olsun. Hansı şirkət 166 təhvil xidməti göstərir. 5 nəfər var, biz məsələn bu layihədə aldıq xidməti. Hətta 5 nəfər gəlsin, malları boşalsın, o başqa. Ona maluma. Yəni alış zamanı çəkilən xərclər maya dəyərinə gedir. İndi deyək ki, xərci Şahin çəkir. Yəni ki, alıcı Şahin, Emin MMC ilə müqavilə bağlayıb ki, logistika xidməti. Sumqayıtdan Xırdalana artıq bu 200 manatı Şahin MMC gətirib bu sətirə yazmayacaq 229-a. Bura yazmır. Nə edir Şahin MMC? Şahin MMC götürür. Burada hesablayır ki, 1000 metr turba 200 manat metrəsinə 20 qəpik. Metrəsinə 20 qəpik yol pulu verir. Belə çıxır. Deməli malın mayasını belə hesablayır. 1 metr bərabərdir 2 manat alış qiyməti, 0,20 qəpik də yol xərci. 2 manat 20 qəpikdən çox alır. Bunu satdıqca 2 manat 20 qəpik xərcə yazacaq. Yəni malı satdıqca, istifadə etdikcə, məsrəf yarandıqca artıq Şahin burada, alıcı burada malın dəyərində, xam mal materialda xərc yazılır 2,20. 20 qəpikdən ayrılmayacaq. Hesab edin ki, benzinin yol vergisi kimi də belə deyək. Aydındır? Yox, əgər xərci Həsən MMC çəksəydi, artıq mallar Həsənin anbarından çıxandan sonra bu xərc yaranır. Bu aktiv Həsənin deyil artıq. Orada nəsə elə cəmləyə bilməz. Həsən gələcək, satıcı əgər 166 deyirəm, Eminlə müqaviləni satıcı bağlayıbsa, pulu satıcı ödəyirsə yol pulunu 200 manatı 229-a yazacaq. Gətirib buraya yaza bilər. 200 satıcı öz hesabatında. Alıcı aidiyyatı yoxdur. 220 daşıyıcı Azərbaycanlıdırsa, bura daşıyıcı misal üçün xarici xarici ola bilər, bura yazır. Aydın yoldaşlar, daşıma xərci bu formada tənzimlənəcək. Bu formada. Satıcı çəkirsə aktivləri təqdim edəcəm, birbaşa xərcə yazır. Alıcı çəkirsə malın maya dəyərinə əlavə eləyir, satdıqca da o qəpiklər maya dəyərində xərcə silinəcək. Və siz Şahin MMC alıcı xərci çəkdiyi təqdirdə əlavə bir ambara yol pulu ilə cəmlik yazacaq malın mayasını. Onu keçəcəyik arası. Bu belə. 230-cu sətr gəlir. Sığorta üzrə xərclər. Bu sətr iki istiqamətdə istifadə olunur. 230.1 sığorta şirkətləri üçündür. Müəyyən sığorta fəaliyyəti üçün müəyyən xərclər yaranır. Belə deyək, sığorta ehtiyatlarına ayrılmalar olur, digər bunu əmrdən oxuyarsınız. 230.2 isə sahibkarlar üçün ödənilmiş sığorta haqları. Siz hər hansı bir sığorta şirkətindən sığorta xidməti almısınızsa belə deyək, onunla bağlı xərc sənədləri əsasında rəqəmlərin qaynaması daxil olacaq, bura yazacaqsınız. Bunu bu formada yadda saxlayın. 231-in üzərində qalmaq istəmirəm, əmrdən oxuyarsınız. Məsəl üçün şəxsən mən 5 il yardıma gəlmir bunu istifadə etməyimi. Bu istiqrazlarla bağlıdır, borc tələblərinin alınması, bunlar aktual deyil o qədər də. Məsəl üçün borc tələbləri məsələsi var. Məsəl üçün bu nə deməkdir? Misal üçün şərti olaraq deyək ki, Şahinin Raufa borcu var. Şahin MMC-nin Raufa borcu var. Mən gəlirəm eşəm, deyirəm ay Şahin. Ay Rauf, sən o borcu ver mənə. Sənə aidiyyat yoxdur, mən verirəm Şahinə. Bu tip məsələlər olur, bilərsiniz. Bu məsələlərdə adətən banklar girəlir. Şu Azərbaycan sənəmsə olmalıdır, bəlkə dəqiq yadda deyil. Yəni hesab elə Şahin deyək ki, Raufa pul verməli idi. Bank Raufa pulunu verib sən qaldırağa mən verirəm Şahinə. Borc tələbini ötürmə. Bu tip məsələlər var, amma aktual deyil də, aktual deyil. Biraz çətin məsələdir bu məsələlər. Əmrdən oxuyarsınız. Bu 231-dən yan keçirəm, hələ ki yan keçirəm. 232, bizə lazım olacaq. 232 bir hissədə, adətən burada çox şey var deyəsən. 232 digər xərclərdir. Dəyərli yoldaşlar. 232-dən yuxarıda nə qədər sətir varsa, orada adı çəkilməyən xərcləri yığırsınız. Hər hansı bir xərclər ola bilər. Məsəl üçün mühasibatlı xidmət almısınız, hüquq xidməti almısınız. Nə demək olar misal üçün fərqli müəyyən xidmətlər ola bilər. Əsasən xidmətlərdə olur da bu. Müəyyən təmizlik xidməti almısınız bir formada. Götürürsüz qayməsini buraya yazırsınız. Adətən də bu saxta qayma yaradanlar, fiktivli qayma yaradanlar gətirib yazıb xərcləri çoxaldır. Vergi də bundan mübarizə aparır da, saxta qaymalara ilin sonudur. Misal üçün bu mövzudan qırılıb reallığı demək lazımdır. Misal üçün hansı işlərə əl atılır. Mən onlara qarşıyam və
heç bir sahibkarımla da anlaşmıram bu məsələdə. Məndən nəsə toxsalanda bu toxsalı vermirəm. Sadəcə sizinlə danışmağımda məqsəd ki, eləməyin. Eləməyin. Ola bilsin 3 ildən sonra belki dünənki konfransdakı danışdıq, könüllü açıqlama dəqiqləşməsi görürsünüz nə çıxardılar ortaya. Bazı məsələ deyil ha, təşviq edəcəklər bunu deməyə. Danışacağıq ondan da biraz. Yəni demək istədiyim odur ki, misal üçün 3 nəfər işçiyə görə, 3 nəfər işçi məsələsi var axı. Lap 3 nəfər işçini qoyamadı. Qarabağ şirkətləri. Qarabağ şirkətləri vergi vermir, düzdür? Mənfəət vergisi vermir. Bu ildən 26-dan Naxçıvan da verməyəcək. Misal üçün mənim böyük şirkətim olsaydı göstərdim Naxçıvana. Gedib orada durardım, vergi verməzdim. Yoxdur böyük şirkət nəsə. Hesab edin ki, Naxçıvandakı, Laçındakı hər hansı bir xidmət şirkəti, IT şirkəti götürür mənə fiktiv bir qayma yazır 30 min. O vergi vermir axı. Mən ona xərcə sala bilirəm. Deyirəm qardaş 30 min qayma vur, 30 min xərc yarat, 6 min vergim azalsın, və sənə 1000 manat salım. Vergi aşkar yazar zaten. Və 3 dənə işçisi olan 5% vergi verir, yaşayan 20%. Deyirəm sən mənə qayməni vur, səndə zaten 5%-dir. Məndə 20-dir. Mənim vergim 15% qadağan düşəcək xərcin çoxuna, və sənə 1000 manat salım. Bu tip məsələlərdən qətiyyən uzaq olun. Yəni tövsiyə xarakterli, yəni fədakarlıq edirəm, sahibkar üçün bunu edirəm, qətiyyən qəbul olunmazdır. Yaxşı bir hal da deyil. Sizin inkişafınızın qabağını alacaq. Əgər sizlər inkişaf eləmək istəyirsə, bir yaxşı bir mövqe tutmaq istəyirsə, doğruluqla, şəffaf işləməklə yüksələ bilərsiniz. Bax, sayt xidməti də bura yazılır. Müəyyən xidmətlər almışsa yaza bilərsiniz. Yəni ümumi olaraq düzgün işləyək. Demək istədiyim nədir? Məsələn, mühasibatlı xidmətini qazanırsa bura yaza bilərsiniz. Birbaşa 232. Məsələn, il ərzində 50 min fərqli xidmətlər almışam. 50 mini 232-yə yazıram. Bu 50 mindən bir 5 dənə alt bəndi var. Bu alt bəndəkilərdən aidiyyatı olan varsa alt bənd kimdir? Məsəl üçün Azərbaycandan qıraqdakı xərclər. Bu nə deməkdir? Gəlir xaricdə əldə olunur. Məsəl üçün bir formada xarici bir ölkədə gəlir əldə edirsən və həmin ölkədə xərc çəkirsən. Yaza bilərsən bura 50 min içində ümumi gedir sonra açıqlaması. Və yaxud deyək burada bircə fəaliyyət aktual deyil, amma bu aktualdır. 109.8 24-dən aktualdır. Vergi məcəlləsinin 109.8-ci maddəsinə əsasən xərclərin formalaşması. Biz bilirik ki, gəlin bu maddəni açaq. 109.8-i açaq. Burada deyir ki, əvvəllər alış aktı ilə aldığımız bütün əşyaları bir növ demək olar ki, xərcə yazırdıq yoldaşlar. Amma 24-dən artıq buna məhdudlaşdırılma verildi. Hansı malları alış aktı kimi xərcə salmaq olar konkret var. Müasir hesablaşma haqqında qanunun 3.5-ci maddəsində göstərilən mallar birbaşa gedir. Yəni əsas mal xərcə yazılır. Bu gəlin bu sənədi açaq. Müasir hesablaşma haqqında qanunun 461 nömrəli qanunu açaq. 3.5-ci maddəsində dəyişiklik olacaq yaxında. Məsəl üçün əlvan və qara metal qırıntıları. Siz dəmir qırıntılarını alırsınız, yeni dəmir məhsulları istehsal edirsiniz. Plastik alırsınız, plastikdən salafan istehsal edirsiniz. Deyirəm, bunu qəbul edirik. Al istehsal et, sat, satanda xərcə yaz. Amma bunlardan başqa malları qəbul etmirik birbaşa. Mən gedim misal üçün başqa bir məhsul alım, alış aktı ilə kompüter alım misal üçün. Amma birbaşa xərcə yaza bilmərəm. Misal üçün ya kiminsə evində qalmış tikinti şirkətidir, tikinti mağazasıdır, camaat həyətində qalan taxtanı, dam örtüyünü gətirir satır. Bir həyətində 5 metrə taxta qalır. Bunu məndən ala bilərsən, deyir, alış aktı ilə alıram. Alsın, xərcə yaza biləcək, bilməyəcək. Buradakılar olsa hə, buradakılar olmasa faiz var, 2% məsələsi. Bunu oxuyarsınız. İl ərzində bu mallardan başqa, misal üçün indi gəlin taxtanı belə illik nə qədər gəlirimiz olur, nə qədər xərcimiz olur, əsas məsələ budur. İllik gəlirimiz hesabatı yığırsınız. İllik gəlir 1 milyon. İllik xərc 800 min. Ən böyük hansısa onu götürürsünüz. 1 milyon burada böyükdür. 1 milyon burada böyükdür. 1 milyonun 2%-ni tapmalıyıq. Bu eləyir 2%-i deməli 20 min. Səhv eləmirəmsə 20 min manat bu eləyir. Aşağıdakının 2%-i 16 min eləyir deyək. Bu aşağıdan götürmür. Deyir 20 min manatlıq hissəni xərc yazın. Aidiyyatı yox ya, alqoritmi belə verirlər, qaydanı belə qoyurlar. Mən də deyirəm ki, il ərzində o 3.5-dəki mallar istisna başqa mallar almışam 30 min manatlıq. 30 minin 20 minini xərc yaza bilərsən, qalanını yaza bilməzsən. Aydın yoldaşlar, sırf onu gətirib buraya yazırsınız. Yəni nəsə almısınız, ümumi olaraq bu sətrə 20 mini yazırsınız. Eyni şey kassa aparatı ilə alışa aiddir. Siz gedib Rebus mağazasından offsite-dan ador ala bilərsiniz. Kassa çeki ilə. İşte adi pulu kassadan məxaric verirsiniz şirkətinizdən. Əməkdaş gedir alır gətirir, kassanın çekini də gətirir. Hə, bu formadan mal aldınız. O eyni 2% ona da aiddir. Burada yazılır. Ayrı-ayrı 20 min bu 20 min var. İstəyirsiniz gedin kassa çekindən alın. Xərcini məsəl üçün kursu ador lazımdır. Gedir Emil tez alır gəlir. Aydındır. Bizim qadağan eləmir ki, deyirsən ki, mağazadan nəsə ala bilmə. Ala bilərsən. Amma xərcə nə qədər yaza bilərsən 2%. Hər ikisində 2%-dir. Gəlir xərc hansı yüksəksə onun 2%-i, alış haqqı və nəzarət kassa aparatından alınmış malları yadda saxlayaq. Ümumi bu məsələlər belə cərəyan edəcək. 233 gəlirdən çıxılan vergilər və yığımlardır. Bu 233 maraqlı və vacibdir. Bunun haqqında danışmaq lazımdır. Görək sətirlərimiz bitir. Bunun haqqında danışaq. 233-cü sətir tənzimlərin vergi məcəlləsinin 119.1-ci maddəsi ilə. Vergi məcəlləsinin 119.1-ci maddəsi özündə nələri ehtiva edir, özündə nələri göstərir? Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılması. Yəni müəyyən məbləğlər var ki, məhdudlaşdırılır. 10 mindir, 7 minini yaz xərcə, 3 minini yazma. Və yaxud ümumiyyətlə yazma. Və yaxud bəzi hallarda yaza bilərsən, bəzi hallarda yaza bilməsən. Bu mənada daşıyır. Yemək xərci kimi. 8 manat çəkmisən, 5 manatını yaz, 3 manatını yazma. Nağd işçiyə pul vermisən yemək pulu. Kartını ödəməmisənsə ümumiyyətlə yaza bilməsən. Qaydalar var da. Bunu nəzərdə tutun. 119.2 yeməkdir, 119.1 vergilər, faizlər. Yadda saxlayaq ki, tam qəbul olunmuş torpaq vergisi, əmlak vergisi və mədən vergisi xərcə yazılır. Məsələn, torpaq vergisi illik hesabatdır, yanvarın 31-nə kimi təqdim, əmlak vergisi illik hesabatdır, martın 31-nə kimi, mədən vergisi aylık hesabatdır, ədəbi kimi hər ay. Mənfəət vergi bəyannaməsi verəndə bu vergiləri də hesablayın, yazın bura. Yazın vergi kimi, amma digər vergilər yox. Düzdür, bizim Instagram səhifəmizin son videolarında var, 119 maddənin izahı var. Orada mən 9 verginin 9-unu da izah eləmişəm, amma bu hesabata münasibətdə bu üçüdür. Aydınmı? Ümumi olaraq maliyyə sanksiyalarıdır, vergilərin faizləridir, onlar xərclərə yazılmır. Məsələn, vergini gecikdirdiyim üçün penya gəlir, faiz gəlir. Və yaxud vergi cərimə yazılır, maliyyə sanksiyası yazılır, məhkəmə cərimə yazılır. Onlar xərcdən çıxmır, faiz mənfəətdən silinir. Bunu belə yadda saxlayaq, dəyərli yoldaşlar. İstisna hal mötərizədədir. İstisna hal mötərizədədir. Bu nə deməkdir? Bu o deməkdir ki, deyir məsələ misal üçün Həsən Eminci, Elşən Eminci. Həsən Eminciyə Elşən Eminci qayma yazıb 100 min. Həsən Elşənə 100 min pul verməlidir. Vermir. Müqavilədə əlavə şərt var. Gecikdirdiyin hər gün üçün 1%. Misal üçün 100 manat cərimə. Misal üçün mən Həsən üçün vaxt qoymuşam deyək. Ayın filan vaxtını verir. Verməsən növbəti gündən faiz alınacaq. Həsən pulu verəndə faiz də mən ödəməlidir. Artıq cəriməni ödəyən Həsən onu xərcə yaza bilər. Dövlət büdcəsi istiqamətində olan faizlər, penyalar xərcə yazılmır, amma şirkətlər arası yaranmış xərclər faizdən xərcə yazılır. Və yaxud deyək ki, icranın gecikdirilməsi, zərər vurulma. Bu nə deməkdir? Misal üçün lap bizdə olsun.
tədbir keçirdirəm deyək ki, Bakı Konqres Mərkəzindən müqavilə bağlamışam ki, tədbirin filan vaxtı filan əməliyyat eləməlisiniz. Məsəl üçün səhnədə görürsünüz də, orada necə masalar gedirdi, nə bilim, tar gəlirdi, filan gəlirdi, stullar gəlirdi. Onların misal üçün eləməsə bütün səhnədə mən lent almışam. Sırf prinsip ən çox onlara görə, biraz qaydalar çox səhvdir. Səhnə arxadan 2 dənə kameradan çəkilirdi misal üçün. Həm özümüz üçün, həm qaydaları əməlləmək üçün. Həm misal mənim əgər dediklərim onlara məsələn video sübut, müqavilədə şərt var. Misal üçün ötələri icra etmişəm, maddə qoymuşam müqaviləyə. Ötələri 20 sənə pul vermişəm, niyə icra eləməmişəm misal üçün. Orada cərimə həddi qoyulub. Əgər onlar qaydaları pozsaydılar, mən onlardan o zərər qismində də 5000 alsaydım, 5000 əlavə alsaydım, onlar ona xərcə yazacaqlar mənfəətdə. Bu tip məsələlər. Və yaxud mən Bakı Konqres Mərkəzində pulunu gecikdirmişəmsə, mən isə faiz qoysam, mən ona faiz ödəyəndə mən xərcə yazacağam. Bu tip analoji cərimələr, analoji oxşar deməkdir də. Yəni bu məsələ oxşar digər bu tip bütün hadisələr qəbul olunur. Bunu belə özümüz üçün yadda saxlayaq. Bu çox vacib məsələlərdir. Ümumiyyətlə yadda saxlayaq ki, vergidə belədir. Mən daha güclü ekspertlərlə bunu görürəm. Tipik məsələləri daha çox canlandırırlar. Məsəl üçün mötərizəyə çox fikir vermir, amma önəmlidir. İstənilən bir sualın cavabı qanunvericilikdə var, amma axtarmaq lazımdır. Vergidə yazılı torpaq vergisi belə gəlir 230 nömrəli qərara çıxar. Onsuz mümkün deyil vergini hesablamaq. Sadəcə əlaqələndirici normativ hüquqi akt tapmaq lazımdır ki, axtarıb tapaq, kəşf edək onu. Bu belə. Bunu bu formada yazırıq dəyərli yoldaşlar. Eşim benim, bir sözü keçirəm. Bayaq dediniz iki şirkətlər arası cərimə olunanda öz xərcinə yaza bilirlər. Bəs onun hansı sənədinə təyin olunur, hansı sənəd üzrə yazılır? Məsələn, cərimənin hansı sənədinə təyin olunur? Müqaviləniz olmalıdır, müqavilə şərtlərinə əsasən. Hə, müqaviləyə bağlı. Müqavilə şərtlərinə əsasən, sonra istəyirsiniz faktura verin, filan hesaba filan qədər cəriməni ödə belə. Onsuz qaymazat yazılmır ha, qayma falan yazılmır. Qayma təqdim etmək üçündür. Bu təqdim etmə yoxdur, cərimə. Çox sağ olun. Bu belə. Sonra 233.5 var, nağdlaşdırma vergisi. Bu nağdlaşdırma vergisi nə deməkdir, dəyərli yoldaşlar? Biz bilirik ki, banka gedəndə pul şirkət vergi ödəyicisi, vergi məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar pul vəsaitlərini bank hesablarından və digər ödəniş hesablarından, məsəl üçün biznes kartlarından nağdlaşdırmağa görə 1% sadələşmiş vergi verirlər. Bu necədir? Məsəl üçün 1000 manat pul çıxardıramsa 10 manat vergi verəcək. Bəli, 1000 manatdan tutulur içindən. 990 olur. Üstünə də hesablanır. Ömrə kimi deyil. Mən gedim misal üçün gedib 10.000 pul çıxarsam 100 manat avtomatik gələ hesabda 10.000 100 manat olsun. Onu gətirirsiniz bank çıxarışına hesablayırsınız, sənəd bank çıxarışıdır. Yazırsınız bura. Bütün xərcləri yazırsınız, bütün cəmlər 234-də yığılır. Gəlin bitirdik. Bir aşağıda 235 qalır. Gəlin bir formal burada rəqəm yaradaq. 10 dəqiqə yekunlaşdıraq. Deməli, deyək ki, bizim illik hesablanmış əmək haqqımız 50.000. İllik hesablanmış əmək haqqımız 50.000. Malın dəyəri məsrəf olaraq deyək 150.000. İcarə haqqı deyək ki, gəlin burada formal 50.000 yazıram. Gəlin bunlar biraz 150.000 şey. Deyək xərcləri yazdıq. Gəlir hamısı 255.000. Bura 5.000 hardan gəldi? Hə 5.000. Hə bu şey 3 nömrəli əlavədə qalıb. Bunu da silək. Bu ümidsizlik borc qalıb burada. 250.000 ümumi xərcim var. 234-ə baxır elə ki. Bu gəlirdən çıxılan xərcdir. 250.000. Sonra gəlir 235. 235-də yazılan ədədlər 250.000-dən çıxılacaq. 250.000-dən çıxılmalıdır. Yəni yekun gəlirdən çıxılan xərc 236-dır. Yəni 234 real xərcdir. 235 azalma verməlidir. Qalır 236-dır. Bu 235 də 3 hissədən ibarətdir. Vergidən azad olma bunu izah eləmişik səhv eləmirəmsə yenə toxunarıq. 235.2 transfer qiyməti bu qısada danışacağam. 235.3-dən tam danışacağam. Vergidən azad olunan və tələsməyin azad olunan görüşməsi mümkün olmuyor. Gəlin bununla bağlı bir məsələ yaradaq burada. Yaratmışıq, bir də yaradaq, təkrarçılıq olsun. Misal üçün deyək ki, mənim fəaliyyətimdə olan təqdim etmələr, satışlar mənfəət vergisindən azaddır gəlirlər üzrə. Bunu xırdalamışdım. Bir mənfəət üzrə gəlirlər üzrə. Mən misal üçün bu il 300.000 satış eləmişəm elektron qayna ilə. Bu zaten azaddır. Paralel olaraq 200.000 də satış eləmişəm. Bu azad deyil. Yəni misal bu taxtadır, bu başqa bir əməliyyatdır deyək. Gəlirlər üzrə azaddır. Azad deyil. Bu gəlirlər gəlir. İndi xərcləri yazıram. Paralel burada xərclərini yaradıram sizin üçün. Burada elə yaradaq xərclərini qarşısına yazar. Faktiki müəyyən olan xərclər. 300.000 mal satmaq üçün 200.000 xərc çəkmişəm. Realdır. Bunun içində əmək haqqısı, nə bilim malın mayası, krediti varsa, hər şey var. Bu da azad deyil. Bunun da xərci deyək ki 150.000-dir. Hər fəaliyyətimiz xərclər. Bunlar real mümkün bölüşdürülməsi mümkün olan xərclərdir. İndi tələsməyək. Ümumi burada 350.000 xərc var. Amma deyək ki mənim xərcim 360.000-dir. 360.000-dir. 350.000-i bəllidir. 10.000-i bəlli deyil. 10.000 manatı bilinmir hansı əməliyyatın xərcidir. Yəni mühasibin maaşıdır məsəl üçün. Mühasib hər iki əməliyyatın qayməsini yazıb maaş alır da məsəl üçün işləyiblər. Bunu da iki işi mühasib görür. Deməli, mənə hələ tərəddüd saxlayır ki, 10.000-i bunların arasında necə bölüşdürür? Çünki azadda olan xərclərin bizim üçün heç bir önəmi yoxdur, vergi baxımından. Amma buradakıların önəmi var. İndi biz burada proseduru belə verdik. Gəlir nisbətindən gedir. Ümumi 500.000 gəlir var, 500.000 gəlir var, düzdür? 500.000 gəlir. 300.000 500.000. 500.000 gəlirin deməli 60% azadındır və 40% bu birinindir. Cəlb olma. Deyir ki 10.000-in 60% 6.000 edir. Bunu buraya yazarsan zəhmət olmasa gəlirə nisbətdə. 4.000, 10.000-in 40% də 4.000. Bunu da deyir ki buraya yazarsan zəhmət olmasa. Yəni bölüşdürmə belə gedir. Bu 6.000-dən 4.000 manat olur, bölüşdürülməsi mümkün olmayan bir formada qayda ilə belə bölüşdürülür. Bu da məsələdə yazılır. 108.2-ci maddədə göstərəcəm. Gəlin biz indi bu hesabatı yazaq, bu hesabatı dolduraq, tələsməyək. Deməli ümumi yazıram ki, topdan satış 500.000, topdan satış 500.000, düşürəm aşağı hissəyə. Biz 500.000-in 300.000-ni çıxartmalıyıq ümumi gəlirdən. Gəlir 5 nömrəli əlavəyə burada. 5 nömrəli əlavədə dəyərli yoldaşlar. Gəlirlər üzrə bölgü budur, mənfəət üzrə bizə gəlir lazım. Şərt olaraq deyək ki, bu 300.000 yazıram bura. Gəlirəm gəlirlərdə görürəm ki 300.000 buradan sıfırlandı. 300.000 buradan sıfırlandı. Qaldı burada bizim üçün 200. Bu düzəldi. Mən 200.000-in zaten vergisini verəcəm də, bunu bilirəm ki, yəni bunun vergisini verəcəm. Vergiyə cəlb olunan əməliyyat budur. Bu qırmızı nömrənin vergiyə bir aidiyyatı yoxdur deyək, bu azaddır. İndi gəlin xərclər hissəsini tənzimləyək. Xərclərə keçək, xərclərdə də azaltmalıyam. Ümumi xərc 360.000-dir. Gəlin bura şərti 110-luq xərc yazıb rəqəm düzəlsin. Ümumi xərcim 360.000. Görürsünüzmü? İndi mənim xərclərimin içində burada deməli 206.000 manatı azad olmanın xərcidir. Bu çıxmalıdır hesab kitabda. Vergiyə təsir eləməməli. 206.000. Gəlirəm bura əllə 235-lərə bu hissəyə 206.000-i yazıram. 206.000-i yazıram və deyirəm ki, tələsməyin. Aşağıdan 1-də verirsiniz, tələsməyin. Çünki baxın bu 235.1 üstə gəlir 235.2 üstə gəlir 235.3 bizə birinci keçir. Bir dənə aşağıda bölüşdürülməsi mümkün olmayan 6.000 yazılır. Azada münasibətdə. Bu 4.000 yazmır. 4.000 zaten vergiyə təsir göstərir. Qaldı burada 154. Tərtəmiz. 154.000 nədir bu?
Amma bu 150-dən 4000 deyir. Yəni ki, dövlət üçün sənin 200 mindən 154 min manatdır. 200-dən 154-ü çıx, yerdə qalan 46 min vergisini ver. Mən də deyirəm ki, yerdə qaldı 46 min, hesablama hissəsinə keçirəm. 46 min pul qaldı, 20% 9200 manat vergi. Bu bunun üçün. Bunu bu formada dəyərli yoldaşlar yadda saxlayaq. Keçirik xərclər hissəsinə, davam edirik. Ola bilsin ki, sizin fəaliyyətiniz tamamilə azaddır. Ümumi yadda saxlayaq. Bütün xərcləri, bütün gəlirləri yazırıq. Gəlirlərdə xərclərdə sətirlərə yazırıq. Aşağıdan konfigurasiya veririk. Bəyan etmə olur, sonra vergi baxımından gəlir xərci azaldır ki, vergisini verməyək. Bütünlükdə misal üçün çiyələk əkib satırsınız, gəlir də yazın xərcdə sonra sıfırlayın. Vergi yoxdur orada. Vergi vermirsən amma hesabatını verməlisən. Bu formada. Gəlir burada 235.2 keçməmişdən öncə 235.3 izah edeyim. Dəqiqləşdirilən əməliyyat hesabına azalınan xərc. Deyək ki, dəyərli yoldaşlar. Gəlirəm bu gəlirlər hissəsinə. Deyirəm ki, mən burada 500 min satış eləmişdim. 500 min satış eləmişdim. 500 minin içindəki satışın 200 mini vergiyə cəlb olunan əməliyyat idi. Alıcılar, misal bunu satmışdım yanvarda. Lap bu il aidiyyatı yoxdur. Keçən ilki satışımdan bir 10 min geri qaytarma gəlib mənə. 10 min geri bu ilki satışdan 200 mindən mən qaymaya yazmışdım mayda. Oktyabrda 10 min vazvrat veriblər. 10 min. 10 min vazvratlı mal. Mayası da 7 mindir. Mən gəlirəm, bunu burada göstərirəm. Deməli biz gəlirlərdə keçmişdik. Bu sətirə keçmişdik ki, dəqiqləşdirmə əməliyyatı var. Bura ümumi 300 min gəlirim var, 200 min gəlirim var axı. 500 mindən 300. Gəlirəm bura 10 mini yazıram, gəliri salıram 190 min. 190 min gəlir yaratdım, düzdür? Sonra gəlirəm xərclərə. 10 minin mayasını da silirəm. 10 minin mayası 150 minin içində var. Bu yazılmalıydı. Gəlirəm bura, burada 7 min yazıram. Konfigurasiyanı qururam. Niyə bu vermədi? Hə, bu 7 min. İndi 235.1, 235.2 və toplam cəmlənməlidir. 206 plus 7 min 213 min olmalıdır. İndi nida edəcək. 213 minin, 206 mini azad üçündür, 7 min də bunun. Bu formada yazılış verilir. Sonrakı hissədə transfer qiyməti. Transfer qiyməti milyonlarla dövriyyəsi olan şirkətlər üçün 100 milyonlarla deyim. Böyük rəqəm, 100 milyon deməyək, böyük rəqəmlər olur. Ümumi transfer qiymətindən danışsaq bizə bir 3 saat, 4 saat lazımdır. Hal-hazırda dövlət vergi xidmətinin diqqətində olan məsələlərdəndir. Xarici əlaqələrlə bağlı yaranır. Bir neçə misal çəkək. Nədir bu mübarizə, nə üçündür? Bunu danışmışdıq sizdən, yoxsa danışmamışdıq? Deməli, dəyərli yoldaşlar, məsələ nədir? Görürəm, bu tərəfdə transfer varsa danışmışam, təkrar eləməyim. Mən burada baxın, sətirlərə baxın. Burada var. Yox, burada yoxmuş. Deyək ki, misal üçün Elşən Eminci. Danışmamışam. Elşən Eminci. Bir dənə də var, Emil lazım deyil. Elşən xaricə mal satır. Misal üçün, adətən Birləşmiş Ərəb Əmirlikləri, Dubay deyək də. Dubay məsəl üçün dünyanın inkişaf etmiş ölkələrindən biridir. Gələcək üçün də birinci yerlərdə olacaq çox güman ki, hal-hazırda güclü tikinti investisiya işləri gedir. İqtisadi zonadır, vergi yoxdur. Mən Dubayda olanda getdim biraz gəzdim, onların bu vergi taks hissələrindən biraz gəzdim, dolaşdım. Ümumi olaraq ƏDV 5%-dir, mənfəət gəlir vergisi demək yoxdur. Vergilərin çoxu 0 dərəcə azaddır, sahibkarları cəlb edirlər də belə deyim. Mən Dubaya mal satıram. Misal üçün, maya dəyəri hər hansı bir məhsul, Dubay mal çox gedir ora, ölkə xarici şirkətlər çox. Maya dəyəri 2 milyon manat olan malı, mayası 2 milyon. Satıram onlara 5 milyona. Olur da ixrac da qazanc ola bilər. Satış 5 milyon. 5 milyon ixrac edirəm. Ortada 3 milyon xeyir var. 3 milyonun 20%-i 600 min manat vergi edir. Yarım milyon təxminən vergi edir. Mən deyirəm ki, verdim bunu. Bu il verdim. Bu il bunu elədim. Növbəti il artıq fırıldaq yollar axtarıram. Ki vergidən yayınım, variant da var ki, Dubayda vergi yoxdur. Emil mənim deyək ki, əmim oğludur. Mənim qardaşımdır. Qardaşım oğludur. Yaxın əlaqəli şəxsdir belədir. Emilə deyirəm ki, get Emil, sən Dubaya köç, orada bir yaşama izni falan al, orada özünə şirkət yarat. Mən buradan satım, sən oradan sat, ərəb şeyxinə vergi verməyək. Onsuz da Ərəbistanda vergi yoxdur. Misal üçün. Bu nə tər konfigurasiyadır? Dövlət də bundan mübarizə aparır. Orada taxtalar çoxdur, orada tribünə tənzimlənir. Dövlət necə mübarizə? Biz fırıldağı necə edirik? Mən deyirəm ki, Emil, sən gedib ərəb adına şirkət yarat. 2 milyon, 200 mindən mən malı sənə satım. Mayası 2 milyonda. Mən burada 200 min, 10%, 200 minin vergisi 40 min vergi verir. Emilə satdım, Emili görə tanımıram. Sən ay Emil, ged orada, Ərəbistanda vergi yoxdur. Sən də bunun mayasını hesabatda göstərərsən, Ərəbistandakı hesabatda 2 milyon 200 min, sat bunu 5 milyona. Bunu da qara yollardan gətirər ölkəyə. Aydın fikrim. Dövlət bundan mübarizə aparır, hesabatda dəyişikliklər olur. Transfer əməliyyatları adətən bu hallar üçün nəzərdə tutulur. Bir də hansı hallar üçün? Eyni şəxsin fərqli ölkələrdə təsisçi olduğu şirkətlər olur. Məsələn, bizdə olduğu Çin şirkəti var. Bu Sumqayıt Texnologiya Parkında kafe zavodu var, prezident açılışını elədi. Ən böyük şirkətdir, milyonlarla dövriyyəsi var, illik 20 milyon dövriyyəsi var heç olmasa. Onlardan məsələn transfer qiyməti olur. Çünki təsisçi Çinlidir, həm Çində şirkəti var, oradan xammal oradan gətirir bura, buradan satır başqa xarici Rusiyaya filan məsəl. Ümumi tətbiq olunur. Transferlə də dövlət mübarizə aparır. Bunun inşallah qismət olar gələcəkdə webinarlar düşünürük buna bağlı, Allah qismət eləsə keçərik. Ümumi xərclər hissəsinin datası bizdə belə formalaşır. Yəni yadda saxlayın, təmizləyim, bir datanı təmizləyim. Bir işlək sətirlər üçün sizə bir göstərim hansı sətirlər işləkdir. Misal üçün gəlin bu əlavə 5-də sıfırlayaq ki, azad olmasa istifadə edərsiniz. Bizim şirkətimiz deyək ki, misal topdan satışdır. Misal üçün deyək, Abşeron ticarət mərkəzində qapı satırıq. Taxta qapılar satırıq. Qayma ilə satırıq, illik yarım illik 1 milyon qapı satmışıq. 1 milyon satışın 200 mini pərakəndə, 800 mini qayma ilə. Tarif etdik. Gəlirlərdə bu yazılacaq. Bunu yazdım. Keçirik xərclərə. Xərclərimiz nə olur? Misal üçün ibtidai formada. Adətən məndə milyonluq şirkətlər var, 5-6 sətirdə başqa istifadə eləmirəm, ehtiyac olmur. Amma əlavə bir də işimiz çoxdur. Əmək haqqı deyək ki, 1 milyon dövriyə olan şirkətdə 3-4 dənə işçi olur. Yalandan 100 dənə işçi olur demək düz deyil. Bizdə 2 milyon dövriyə olan şirkət var, cəmi 3 dənə işçisi var. Deyək illik misal üçün 25 min misal üçün gross əmək haqqı şərti olaraq yazıram. Şərti olaraq 5 min deyək tutulması. Material 1 milyonluq qapının mayası 700 min manat xərcə gedir. İcarəyə yer götürmüş Abşeron ticarət mərkəzi ayda 1000 manat, hüquqi şəxsdir 12 min manat aylıq yazıram bura misal üçün. Anbarım var orada. Ezamiyyəm yoxdur. Enerji xərci. Deyək ki, icarə evlərimizi qarşılayır. Qaz yanacaq ola bilər, əsas vəsaitim var. Məsəl üçün 1000 manat yanacaq istifadə etmişəm. Lap enerji xərci deyək ki, var. Sayğac almışam özümə. Deyək 1000 manat işıqlı yandırmışam olsun. Lap belə deyək işçinin birini ezamiyyətə göndərmişəm xaricə. Getsin qapı istehsaldan salonuna görüş keçirsin. Məsəl üçün 2 gün qalıb orada, məsəl üçün İtaliyada, İtaliya qapıları reklamları gedir. 2 gündən 1000 manat orada məsəl üçün rəsmi hesablama gedir. Sonra deyək ki, rabitə xərcləri Azərseldən illik 2000 manatlıq bizə internet qayması gəlir. Mühafizə xərci məsəl üçün Abşeron ticarət mərkəzinin mühafizə heyəti ilə müqaviləm var. Ya da deyək ki, Daxili İşlər Nazirliyindən mühafizə almışam. Banklar alır məsəl üçün, digər təşkilatlar alır. Bu XDMF-dən müxtəlif yerlərdən alırlar. Məsəl üçün 5000 manat mühafizə xidməti almışam başqa bir təşkilatdan. Bank komissiyaları deyək 1000 manat misal üçün bank çıxarışından götürəcəksiniz. Bu xərclər qayma ilə reklam xərci misal üçün tapazda mağaza açmışam ayda 200 manatdan 2400 reklam xərci olacaq. Burada digər xərclər ola bilər. Misal üçün 1000 manat.
Sonra təbii zay olma yoxdur. Yemək xərci 5 manatdan verirəm, kartını ödəyirəm, 3000 manat yemək xərci formalaşır. Kredit götürmüşəm, 5000 manat faiz ödəmişəm il ərzində. Aktiv çətirlər bunlardır. Sonra tələsməyəydim. Amortizasiya 20000 manat bir maşın almışdım. Nəqliyyat vasitəsi 25%-dən 5000 amortizasiya edirəm. Məsəl üçün deyək ki, az da eləyə bilərsiniz. 5000 amortizasiya yazıram bura. Birinci il olduğu üçün belə desək, təmirinə xərc qəbul olunmuyor, hələ ki belə deyək. Daha sonra icarəyə götürdüyüm Abşeron ticarət mərkəzindəki ofisi özüm təmir eləmişəm. 1000 manat təmir xərci çəkmişəm, xidmət almışam hansısa bazarçı şirkətdən. Onu da 5 ilə bölürəm, 200 manat, 200 manat bayaq danışdıq, yazıram xərci ola bilər məsəl üçün. Təmir xərci yoxdur, daşıma xərci ola bilsin ki, malları satarkən 166 çağırmışam ki, daşıma eləsin, il ərzində bir 10000 manatlıq daşıma xərci olur deyək. Və yaxud qapılardan ixrac eləmişəm, Rusiyaya satmışam, bir 5000 manat bir dəfə mal gedib, daşıyıcı rus şirkəti olub, satış zamanı yol xərci yaranır. Sığorta əməliyyatları olub 230.2-də deyək ki, 500 manat sığorta xərci yaranır. Daha sonra bunlar aktual deyil. 232-də mühasibatlı xidmət almışam, büyük xidmət almışam. Məsəl üçün bir 10000 manat konsaltinqlərdən yazıram bura. Daha sonra alış haqqında aldığım mallar olub, dövrəyəm 1 milyon, 1 milyonun 2%-i 20000 manat edir. Mən də cəmi 7000 manatlıq alış haqqında cəmaatın evindəki qapıları almışam. İşləmiş qapı kimi satmışam, 7000 manatlıq hamısı xərcə yaza bilərəm. Düzdür yoldaşlar, bunlar olur. Torpağım yoxdur, əmlakım var, əmlak vergisi verirəm nəqliyyat vasitəsinə görə. Deməli 20000, 5000, 35000, 175 manat deyək ki, əmlakı keçərli vergi yaranır. Mədənim yoxdur. Nağdlaşdırma vergisi deyək 100 min manat, 100 manat, 10 min nağdlaşdırma eləmişəm. Ümumi 786 manat, 786.375 manat. Gəlin bunu tam rəqəm edeyim. 13625. Gözləyin. Yalandan da yazıram. Bir də sualım var. Bu Buyurun. işçi əmək məzuniyyətinə çıxmayıb da belə deyək, il ərzində kompensasiya ödəyəcəm də ona. O da əmək haqqının üzərinə yazacağam, yoxsa başqa? Hə, yazın, xərcə yaza bilirsiniz bəli. Bilərsiniz. 800.000 manat ümumi vergi o səthindən kombinasiya edir, yaza bilərsiniz. 800.000 manat ümumi xərcin formalaşdı. 1 milyon da gəlir. Hesablanma hissəsinə baxıram ki, niyə belə oldu, gözləyin. Hə, bayaqki rəqəmlərdən yəqin nəsə qalıb. Buradakı görək bu nə qalıb bizdə ki, belə göstərir. 800.000 xərc var. Gəlirləri bəlkə az yazmışıq. Hə, bayaqki 10.000 qalıb dəqiqləşdirmə əməliyyatları. 10.000 silək. 1 milyon gəlir, 800.000 xərc, ortada 200.000 mənfəət var. 200.000 mənfəət var. Birinci 20%-dən 40.000. İndi gəlin məsələn biraz çətinləşdirək. Bu məsələmiz deyil, dərsi sonlandırırıq deyə bölməni. Elə bu mənfəət müştərək edəcək, elə bitmir. Deyək ki, bu il satdığım 1 milyon malın 50.000-i geri qayıdır. Vazbrat gəlir. 50.000-i dövrədən çıxardırıq 219.6 ilə. 50.000 yazıram bura. 50.000 mayasında 40.000. 50.000 40.000. 10.000-in vergisi 2.000 manat vergi azalmalıdır. 48-dən düşməlidir. 50.000 gəlirdən azaldıram. 50.000 mayasında 40.000. O da 230 neçələrdir tələsmin aşağıda xərclərdə bu hissədə. 40.000 mayanda bura yazırsınız. Tələsmin. 40.000 yazıram bura. Plus 235-ə də verilməlidir, yəni biləsiniz. 40.000 də veririk bura. Bu hissəyə gəlirik. Avtomatik 190.000 oldu. Yəni o bir rəqəmlər çıxdı. Hələ ki bu formada yadda saxlayaq, təkrar bir olaraq baxarsınız. Gələn dərs bir dərs bura olunacaq hesablanma hissəsinə. Ondan sonra 1-2 dərs ümumi əlavə verin doldurulmasına, bir dərs də ədəbi formatına, əlavə verin ədəbi qarşı doldurulmasına ikili keçəcəyik. Ondan sonra da hesabat yazacağıq. Nə hesabatı? Məsələ. Yəni çox məlumatlar arasında hesabatın tərtibi 3 dərs çəkəcək heç olmasa. Bu mənfəət. Ondan sonra da 3-4 dərs digər hesabatlar. Böyle bir aylıq dərsimiz qalıb. Bir ay çəkəcək dərslər. Bu formada davam edir. Dəyərli dostlar, suallarınız varsa buyurun, yoxdursa tamamlayacaq. Bugünlük məncə bu qədər bəs edir. Sualınız yoxdursa dəyərli yoldaşlar, gecəniz xeyrə qalsın. Gələn dərs tamam. Gecəniz xeyrə qalsın.